Hər vaxtınız xeyir olsun əziz tələbələr. 2022-ci ildə magistratura 2-ci cəhd imtahanı düşmüş olan məntiq sualların izahına baxırıq. Deməli, baxıram birinci sualımıza. Deyir ki, hərflərin sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə vardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. Deməli, A variantındakı sözümüz basketboldur. Basketbol. B variantı bostandır. C variantı voleybol. D variantı beyzboldur. Y variantı isə handboldur. Deməli, A variantı, C variantı, Y variantı, D variantı bunlar oyunlardır, yəni idman növləridir. B variantı isə bu digərlərindən fərqlənmiş olur. Yəni doğru cavabımız olur B variantı. İkinci suala gəlib baxıram. Deməli, deyir ki, bu ədədlər bir-birindən fərqli rəqəmlərdir. Sual əvəzinə hansı ədəd yazılmalıdır? Yəni, bizdən soruşur L ilə Y-in cəmini. Mən indi L ilə Y-i tapmalıyım. İndi baxmış olsam, görərəm ki, P-li Z-ə vurmuşam, nə almışam? P-li almışam. P-li Z-ə vurub P-li almışamsa, artıq başa düşürəm ki, Z-imiz nə imiş? 1 imiş ki, mən 1-i P-lə vurub, yenə də P-linin özünü almışam. Deməli, Z-lərimiz oldu 1. Növbəti baxmış olsam, baxın, bu ədəd var. ZPL, yəni 1PL. Z artıq 1 tapmışam da. Yəni mən PL-i elə vurub 1PL almışamsa, bütöv bir ədəddir. İndi fikirləşirəm ki, bu hansı ədəd ola bilər? Ümumiyyətlə, ədədə vurduqda özünə bitirsə, ya bu 0-dır, ya 1-dir, ya 5, ya da ki 6-dır. 5 və yaxud da 6 ola bilər. İndi 0 ola bilməz. Niyə 0-ı? Nəyəsə vursam 0 olardı. Yəni 3 rəqəmlə də olmaz ki. 1 ola bilməz. Niyə olmaz? Çünki mən nəyisə 1-ə vursam, 2 rəqəmlə də 1-ə vursam, 3 rəqəmlə də ala bilmərəm. Həm də Z-də artıq 1-i istifadə etmişəm deyə 1-i mən gətirib elə də yaza bilmərəm. Amma mən 5-i yaza bilərəm. 5-i necə yaza bilərəm? Fikirləşsəm ki, elə 25-i 5-ə vuranda mən 125 alıram da. Yəni ki, bu ədədin özünə bitir də sonu. Yəni 2 rəqəmli ədədi 1 rəqəmliyə vurub 3 rəqəmli ədəddə sonu özünə bitəcəksə, bu ancaq 25 vurulsun 5 halında mövcuddur. Yəni P-limiz olur 25, L də olur neçə? 5. Artıq L 5-dirsə, P-lərə 2 yazıram, L 5-dir. İndi baxıram, mən Y-dən 5-i çıxıb 2 almışamsa, Y-imiz neçə imiş? Y-imiz 7 imiş. S-dən 7-ni çıxıb 1 almışamsa, S neçə imiş? S deməli olub 8. S 8-dir. 8-dən X-i çıxıb 8 almışsansa, X-lar 0 olur. İndi bax, bu 100 hardan alınıb? 25-i sən, 25-i R-ə vurmuşsan 100 almışsansa, R deməli nə imiş? 4 imiş. 25-i K-ya vurub 75 almışsansa, K deməli neçə imiş? 3 imiş. K-mız 3 idi. P-miz neçə idi? P-miz 2 idi, L-imiz 5 idi. Aha. S deməli 8 idi, Y-imiz 7 idi, L-dəki 5 idi. Elə bəri başdan L ilə Y-in cavabı çıxırdı. Sadəcə bütöv bunu izah etməkdən ötürü yazdıq ki, yəni həqiqətən də doğrudur. Deməli, L neçədir? 5-dir. Y-imiz isə 7-dir. 5 ilə 7-nin cəmi olur nə? 12. Yəni C variantı. Üçüncü sualda aşkar operatordur. Aşkar operatorlarda ilk olaraq birinci mötərizənin daxilini əldə etmək lazımdır. Birinci mötərizəmizə baxmış olsaq 3 telefon operatorudur və 2-dir. Operator indi baxmış olsam, telefon operatorudursa, baxın bu operator da buradadır. Yəni birinci funksiyada yerinə yazacağım. Sol tərəfimiz 3-dür, sağ tərəfimiz isə 2-dir. İndi artıq yazıram sol tərəfə 3, sağ tərəfə 2. A 3-dür, B 2-dir. Bərabərliyin sağında isə sadəcə yerinə yazacağım. Yəni, bərabərləşdirmirəm. A-nın yerinə 3 yazıram, B-nin yerinə 2 yazıram. A-nın yerinə 3 yazdım, B-nin yerinə 2 yazdım. Nə oldu? 3 vurulsun 3. 3 A deyir axı. Yəni, sən 3-ü vurmalısan A-nın qiymətinə. Olacaq neçə? 9. Birbaşa baxın, burada 9 yazıram. B-də olduğu kimi ilə 2 qalmış olur. İndi mən bu operatoru həll etməliyim də. Bu cavab deyil axı. Bu operatorlar yox olana qədər biz davam etməliyik. Baxın, dairə operatorudur. Deməli, 9 operator 2-dirsə, baxın, eynisidir. Gətirib burada yerinə yazmalıyım. Sol tərəf sola bərabərdir, sağ tərəf də sağa bərabərdir. Yəni, A 9-dur, B-dəki 2-dir. A-ya 9 yazıram bərabərliyin sağında. B-yə də 2 yazıram. 2B deyir. Yəni, 2 vurulsun, B-nin qiyməti 2 vur 2 olacaq 4.
İndi biz 9 operator 4 tapmalıyıq. Kitab operatorudur. Bu da burada da düzdür. Götürüb orada yerinə yazıram. Yəni pilləvari şəkildə mən bu operatorları yox etməyə çalışıram. Yəni operator yox olana qədər davam edirsən. Cavab alana qədər davam etməliyik. 9 operatordur. A 9'dur, B'miz 4'dür. Yəni 9 çıxaq 4'ün kvadratı, 5'in kvadratı olacaq 25. Yəni sən tapdın ki, birinci mötərizənin daxili nə imiş? 25 imiş. Artıq bunları silirəm. Birinci mötərizəni mən tapdım. Gəlib ikinci mötərizənin daxilini tapmalıyam. Hansı operatordur? Baxın, dairədir. 8 operator 2 gətirib burada yerinə yazmalıyam. 8 operator 2. Yəni A 8'dir, B isə 2'dir. A'nın yerinə 8 yazıram. B'nin də yerinə 2 yazmalıyım. 2 vurulsun B. Yəni 2 vuraq 2 olacaq 4. 8 operator 4'dürsə, o zaman nə deyir? 8'dən 4'ü çıx və kvadratı yüksəld. 8'dən 4'ü çıxarmalıyam və kvadratı yüksəldməliyəm. 4'ün kvadratı da olacaq neçə? 16. Yəni ikinci mötərizənin daxildə oldu 16. İndi baxın nə alındı? 25 kitab operatoru və 16. Kitab operatoru da burada da sol tərəfi 25'dir, sağ tərəfi isə 16'dır. A'ya 25 yazarıq, B'yə 16 yazarıq. Və A'dan B'ni çıxmalıyamsa mən 25'dən 16'nı çıxmalıyım və kvadratı yüksəltməliyim. 25'dən 16 çıxmış olsam neçədir? 9. Və 9'un kvadratı da bizə verəcək 81. O da olur doğru cavab kimi B variantı. Dördüncü sualda yine anaqramdır. Baxırıq, deməli sözlər düzəltməliyik. A variantındakı sözümüz kuratordur. Kurator. B variantı direktor. Aha. C variantı novatordur. Y variantı repetitor və yaxud da prioritet ola bilər. Repetitor. Y variantı isə ekvator. Deməli, kurator, direktor, novator, repetitor bunlar insana məxsus olan bir anlayışlardır. Amma ekvator isə canlı deyil. A variantı Y variantı bizim doğru cavabımız olur. 5-ci sualımızda deyir, kitab rəfinə ensiklopediya qoyulub. Ensiklopediyanın bir tərəfinə 5 dərslik kitabı aşağıdakı şərtlər daxilində yerləşdirilməlidir. Deyək ki, ensiklopediya kitabımız buradadır. Aha. Ondan sonra 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci kitablar olmalıdır. Yine baxaq görə hansı kitablar olacaq. Tarix və fizika dərslikləri arasında deyir, bir dərslik olmalıdır. Deyək ki, tarix kitabıdır. Bilmirəm, birinci tarix olacaq, yoxsa fizika olacaq. Aralarında bir dənə kitab olmalıdır. Aha. Sonra nə deyir? Fizika dərsliyi ensiklopediyaya, kimya dərsindən daha yaxın yerləşdirilməlidir. Bunu yadımda saxlayın. Riyaziyyat dərsliyinin bir tərəfinə ya fizika ya da kimya dərsliyi qoyulmalıdır. Riyaziyyat dərsliyinin bir tərəfinə ya fizika olmalıdır, ya da kimya olmalıdır. Aha. Ensiklopediyanın yanında ilk olaraq tarix dərsi yerləşdirilərsə, deməli ensiklopediyanın yanında nə olacaq? Tarix kitabı olacaq. Tarixlə fizikanın arasında da boşluq var idi axı. Boşluğu buraxıram, bura nə yazıram? Fizika kitabı yazıram. Deyir, onun yanında hansı dərsi ola bilər? Yəni tarixin yanında hansı dərsi ola bilər? Bunu bizdən soruşur. İndi deməli, baxıram nəyə? Bizə deyirdi ki, fizika dərsliyi ensiklopediya kimya dərsindən daha yaxın yerləşdirilməlidir. Yəni mən bu kimyanı gətirib bu hissəyə yaza bilmərəm. Yəni tarixin yanında mən kimyanı görməyəcəmsə, D variantı, Y variantı ilə bəri başdan nə olur? Səhv olur. Və həmçinin tarixin yanında fizika deyil. Tarixin yanında hər hansısa bir kitab olacaq. Ondan sonra fizika olmalıdırsa, sən elə B variantında çıxa bilərsən. Qaldı bizdə A variantı və C variantı. Riyaziyyat dərsinin bir tərəfinə ya fizika ya da kimya dərsi qoyulmalıdırsa, mən riyaziyyatı gətirib buraya yaza bilərəm. Yəni hələ ki bir ehtimal olaraq. Gətirib məsələn riyaziyyatı buraya yazsam, yerdə bizim nə kitablarımız qaldı? Kimyanın biologiya. Yəni kimyanın, istəsən kimyanı buraya yaz, biologiyanı buraya yaz və yaxud da əksinə biologiyanı buraya yaz. Bu isə kimyanı da buraya yaz. Yəni heç bir problem yoxdur. Orada heç bir məhdudiyyət yoxdur. Və yaxud da başqa formada necə yaza bilərsən? Kimyanı mən yenə də gətirib bu hissəyə yaza bilmərəm. İkinci, yəni tarixin yanına mən onu heç vaxt yaza bilmərəm. Yəni dəyişə biləcəyim hissə sadəcə biologiyadır. Ki mən gətirib bura biologiyanı yaza bilərəm. Heç bir problem yoxdur. Riyaziyyatda gəlin buraya yazın. Kimyanı da buraya yazın. Və yaxud da kimyanla riyaziyyat öz aralarında yəni yerlərini dəyişə bilərlər. Yəni tarixin yanında ya fizika kitabı olar, daha doğrusu ya riyaziyyat kitabı olar bayaq yazdığım və ya da biologiya kitabı ola bilər. Bu da olacaq doğru cavab kiminə? C variantı. 6-cı sualımızda qatlanmış vərəqdəlik kəsiklər edilib.
Fikrən vərəqi açın və uyğun olan cavab variantını seçin. Qırıq xətlərlə vərəqin qatlanmış hissələri göstərilib. İndi deməli bizə düzbucaqlı formatında bir vərəq verilib və vərəqi qatlayıblar. Necə qatlayıblar? Birinci aşağıdan yuxarıya doğru diaqonal üzrə qatlanıb. Ondan sonra isə yuxarıdakı baxın düzbucaqlı formada olan kağız aşağı doğru qatlanıb. Aşağı doğru qatlandıqdan sonra burada müəyyən kəsiklər edilib. Müəyyən kəsiklər edilib. İndi baxaq görək. Biz bu vərəqi açdıqdan sonra hansı formaya gəlib düşə bilər? İndi mən diqqət yetirmiş olsam nəyə? Məsələn, baxın, bu hissədə kəsik var. Bu kəsik buradadır, düzdür. Və diqqət yetirmiş olsam, bunun aşağı hissəsi boşdur. Yəni, bu vərəq aşağı düşəndə, bu hissədə heç nə yox idi ki, boş idi, düzdür. Boşdursa. O zaman. Baxmış olsaq, məsələn, C variantında kimi belə eynisi gəlib aşağı hissəyə düşə bilməz. Sadəcə, baxın, bu hissəsi kəsilib onun. Bu hissəsi vərəqdədir. Ona görə C variantını mən bəri başdan çıxa bilərəm. Bir də sən bunu kəsmisənsə, bu aşağı hissəsini kəsmisənsə, yəni baxın buranı. Bunu yuxarı doğru açdıqda güzgü əksi formasında gəlib belə düşəcək. Eynisi yuxarıda da olmalıdır. Yəni Y variantında kimi belə perpendikulyar vəziyyət alına bilməz. Y variantı olmaz. D variantı həmçinin olmaz. Sonrasında baxmış olsam mən A ilə bəs B-nin fərqi nədədir? A ilə B-nin fərqi isə, məsələn, baxın, bu küncdəkindədir. Küncdəki dairədə. Baxıram, bax, bu diaqonal üzrə qatlanıb, gəlib bura düşüb də düzdür. O hissəyə düşübsə və kəsik yaranıbsa burada. Bu indi aşağı doğru açıldıqda da aşağıda kəsik olmalıdır. B variantı ona görə çıxıram. Doğru cavabın A variantıdır. Bəs indi soruşsanız ki, bu hissə necə alınıb? O hissədə dediyim kimi, bura kəsilib deyə, baxın, düzbucaq formada bura kəsilib. Bax, qara hissəsi kəsilmiş olur axı. Buna sən diaqonal üzrə açdıqda gəlib, baxın, belə düşəcək. Diaqonal üzrə məsələn xətt varsa, o perpendikulyar vəziyyət olur. Yəni 90 dərəcə bucaq altında bu xəttlər kəsişmiş olurlar. Aşağı doğru açılsaydı, paralel vəziyyət olardı. Yox, əgər diaqonal üzrədirsə, məsələn, belə bir xəttdir, diaqonal üzrə qatlanıbsa, diaqonal üzrə indi sən bunu açacaqsansa, bunlar 90 dərəcə bucaq altında kəsişməlidirlər, yəni perpendikulyar vəziyyətə dayanmalıdırlar. Ona görə ortadakı xətt belə düşür, yəni perpendikulyar vəziyyətə düşür. Doğru cavabımız olur A variantı. Baxıram, deməli, 7-ci sualımıza. Deyir, vakant iş yerində qəbul olunmaq üçün sənəd qəbulunun 2-ci günü 1-ci gün ilə müqayisədə 5 dəfə çox kişi, 2 dəfə çox qadın müraciət etdi. İndi gəl baxaq. Deməli, vakant iş yeridir. 1-ci gün deyək ki, bizdə X sayda kişi var. Bunlar kişilərin sayıdır. Y sayda isə qadınlardır. Bunlar da olsun qadınların sayı. İndi nə deyir? 2-ci günündə isə 5 dəfə çox kişi. 5 dəfə çox kişi deyirsə, yəni olacaq 5x qədər. 2 dəfə çox qadın müraciət edibsə, olacaq 2y qədər. Və həmin gün, yəni 2-ci gün müraciət edənlərin ümumi sayı 41 nəfər təşkil etdi. Yəni 5x-la 2y-in cəmi neçədir? 41-dir. İndi deyir bizə, aşağıdakılardan hansıları mütləq doğrudur? İndi mən x-la y-ə ədədlər deməliyəm. Bir də diqqət yetirmiş olsaq nəyə? Məsələn, mən 5-i bilirəm ki, nəyə vursam, sonu 5-lə və 0-la bitəcək. Yəni, mən bu x-a tək ədəd desəm, sonu 5-lə bitəcək, cüt ədəd desəm, 0-la bitəcək. Yəni, mən bu x ilə qiymətlər deməliyəm ki, 41-dən 10 çıxdıqda 2-yə bölünə bilən də olsun da. Məsələn, mən buna 2 desəm, 5 vurulsun, 2 10-dur. 41-dən 10 çıxsam, bura 31 qalır. 31-i mən 2-yə necə bölüm? Deyə bilmərəm, axı insanların sayı 15-15-dir, xeyr. Yəni, demək ki, mən bura cüt ədədlər yaza bilmərəm. Cüt yazsam. 41-dən çıxdıqda artıq o 2-yə bölünməyəcək. Ona görə də məcbur mən x-a tək ədədlər deməliyəm ki, sonu 5-lə bitsin və 5-dən məsələn 41-dən 5-i çıxsam 36, 36 2-yə rahat şəkildə bölünür. X-a deyirəm 1. Kiçikdən başlayıram. X-a 1 dedikdə 5 vurulsun 1, 5-dir. 41-dən 5-i çıxanda 36-dır və 2y 36-ya bərabər olacaqsa, y-imiz olacaq 18. İndi növbəti tək ədədimiz 3-dür. 3 dedikdə isə 5 vurulsun 3, 15-dir. 41-dən 15-i çıxdıqda bura nə qalır? 26 qalır. 26-nı da sən 2-yə bölmüş olsan, y-in qiyməti olacaq 13.
Yəni ümumilikdə belə desəm, bunları 2 vahid artırdıqda, yəni növbəti 5 deməliyəm, düzdür? Bunlar 5 vahid azalır. 18-dir, 5 vahid azalıb 13 olub, 5 vahid azalıb 8 olacaq. 5-dən sonra tək ədədimiz 7-dir. 8-i 5 vahid azalt olacaq nə? 3. Da növbəti 9 yaza bilmirəm. Niyə yaza bilmirəm? 5 vurulsun 9 45-dir. 41-i aşmış olur. Da mən gətirib bura mənfi ədəd deyə bilmərəm axı. Ona görə də sadəcə bu 4 dənə hal ödəndi. İndi gəlib baxıram suallarımıza. Birinci gündə müraciət edənlər arasında deyir, kişilərin sayı qadınların sayından az olub. Kişilərin sayı qadınların sayından az olduğu versiya da var. Kişilərin sayı qadınların sayından çox olduğu versiya da var. Yəni mütləq səhv deyil, mütləq doğru deyil. Ona görə 1 getdi. Sənəd qəbulunun ilk 2 günündə müraciət edənlərin ümumi sayı 50-dən çox olub. Ümumi sayı 50-dən çox olubsa, məsələn, ikinci gün bilirəm ki, dəqiq nə qədərdir? 41 nəfərdir. İndi mən baxmış olsam, məsələn, deyim ki, birinci gün 1 nəfər kişi olub, 18 nəfər qadın. Olacaq nə qədər? 20 nəfər. 20 nəfər birinci gündür, 41 nəfər ikinci gündür. Olacaq 61 gün. Yəni bu elə bizdə ən çoxudur. Ən azından bir dənə gəlib baxmış olsam 7-dən 3. 7-dən 3-ün cəmi neçədir bizdə? 10. 41 nəfər də burada var. Oldu ümumilikdə 51 nəfər. Həqiqətən də nədir? Sənəd qəbulunun ilk 2 günündə müraciət edənlərin ümumi sayı 50-dən çox olub. Yəni bu ədədləri yoxlasanız da yenə də 50-dən yuxarı olur. Ona görə də ki, bizim mütləq doğrumuzdur. Növbəti baxıram. İkinci gün müraciət edən qadınların sayı ondan çox olub. Qadınların sayı Y ilə işarə etmişəm də. İkinci gün müraciət edən qadınların sayı ondan çox olubmu? Baxın, mən məsələn Y-ə 3 desəm, 2 vurulsun 3, 6 olacaq. Yəni qadınların sayı ondan az olmadı, çox olmadı axı. Amma gəlib 18 yazsan, hə, bu zaman ondan çox olacaq. Yəni ki, nə doğrudur, nə də ki, səhvdir. Mütləq doğru kimi mən onu götürə bilmərəm. Ona görə 3 getdi. Birinci gün müraciət edən kişilərin sayı ondan az olub. Birinci gün müraciət edən kişilərin sayı həqiqətən də baxmış olsaq, ya 1 nəfərdir, ya 3, ya 5, ya da 7. Ondan azdır. Yəni bu da mütləq doğrudur. Birinci gün müraciət edən qadınlar ikinci gün müraciət edən kişilərdən az olub. Birinci gün müraciət edən qadınlara mən məsələn 18 demiş olsam, birinci gün müraciət edən kişilərin sayı 1-dir axı. Gətirib burada x-in yerinə 1 yazmış olsam, 5 vurulsun 1 olacaq 5. Yəni ikinci gün müraciət edən kişilərin sayı 5 oldu. Qadınların sayı isə 18 nəfər oldu. Yəni bu zaman qadınların sayı kişilərin sayından çox olmuş olur axı. Ona görə bunu da mən 5-i də mən düzgün cavab kimi götürə bilmərəm. Amma məsələn 7 və 3 desəydin, hə, bu zaman kişilərin sayı qadınların sayından çox olacaqdı. Yəni nə düzdür, nə də ki səhvdir. 50-50-yə. Ona görə sən 5-də mütləq doğru kimi götürə bilməzsən. Mütləq doğru dedikdə 100% doğru olan, yəni başqa bir hal olmasın, 100% doğrudursa, o zaman mütləq doğru kimi biz bunu götürə bilərik. Cavabımız olur sadəcə 2 ilə 4, yəni D variantı. Gəlib baxıram 8-ci sualımıza. 8-ci sualımız deməli fiqurların birləşdirilməsidir. Yəni necə? Bağlantılardır. Burada sadəcə şəkil deformasiyaya uğrayıb və şəklin forması dəyişilib. Yəni bağlantılar itməyib. Sadəcə formasını dəyişib. İndi mən də bu bağlantıları gətirib yazmalıyam ki, neçəsi hansı neçəsinə birləşib və mən onda x-dan y-i tapmalıyam. Neçəsinə birləşibsə gətirim yazdım. D birləşib bizdə 4 dənəsinə, T birləşib 3 dənəsinə, Y birləşib 2 dənəsinə, E birləşib 4 dənəsinə, A birləşib 4 dənəsinə, I birləşib 3-ünə, H birləşib 4-ünə, B birləşib 2-sinə, C birləşib 3 dənəsinə, N birləşib 3 dənəsinə, N birləşib 3-ünə, K birləşib yenə 3 dənəsinə, Y də birləşib 2 dənəsinə. Bunu da mən yazmışdım. Gəlib artıq mən ikinci şəkildə də yazmalıyam ki, neçəsinə birləşiblər. Bilim ki, hansılarla işləyirəm. 3-ünə birləşib, 3-ünə birləşib, 2 dənəsinə birləşib, növbəti birləşib bizdə 4 dənəsinə. Aha, sonrasında birləşib Y bizdə 3-ünə, 3-ünə birləşib, 2 dənəsinə birləşib, X birləşib 4 dənəsinə, birləşib bizdə 3-ünə, birləşib 1, 2, 3 dənəsinə, 4 dənəsinə birləşib və 4 dənəsinə birləşib. Başqa nəsə varmı? Xeyr, yoxdur. İndi gəlib baxmış olsam nəyə? Bir də yazdıqdan sonra bunların saylarına da baxmaq lazımdır. Məsələn, 2 dənə bizdə 2 var sol tərəfdə. Yəni sağ tərəfdə də 2 dənə 2 olmalıdır. Əgər artı və yaxud da əksik varsa, demək ki, səhv saymışıq. Bağlantılar itmir deyə saylar da eyni olmalıdır. Məsələn, deyək ki, 4-lər nə qədərdir bizdə?
4 dənə 4 görürəm sol tərəfdə. Sağ tərəfdə neçə dənə görürəm? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Yəni üçlərin sayı da demək olar ki, eyni olacaqlar. Demək ki, heç bir problem yoxdur. Bu zaman başlayarıq tapmağa. İndi baxıram, x nəlidir bizdə? X 4-lüdür bizdə, düzdür? X 4-lüdürsə, indi mən gəlib onu tapmağa çalışım. İndi necə taparam? Bir də 2 dənə ikili var bizdə. Onları da mən rahat şəkildə tapa bilərəm. Necə taparam? Baxın, məsələn, 2 dənə 2 var da. Gətirib bunların mən koordinatlarını yazıram. Bilmirəm ki, hansını o hissəyə yazım. 2-nin koordinatı bizdə nədir? Y-nin koordinatı 3-ə birləşib və 3-ə birləşib. Yazırsan 3, 3. Yəni, Y-nin koordinatı 2, 3, 3-dür. B-də bəs nədir? B birləşib 3-ə və 4-ə. Baxın, artıq bunlar bir-birindən fərqləndilər. İndi sən gəlib baxmış olsan, x-a birləşən ikili, yəni sırf x-a birləşdiyi üçün mən bunu tapmaq istəyirəm. Yəni ona görə yazdım. 2 nəyə birləşib bizdə? 3-ə və 4-ə birləşib. 3-ə və 4-ə birləşib. 3-ə 4-ə birləşən bizdə hansıydı? B idi. Artıq başa düşdüm ki, bu B-dir. B-nin birləşdiyi 4-lü bizdə nə idi? B-nin birləşdiyi 4-lü H idi. Artıq başa düşdüm ki, x nəymiş? H imiş. Baxın, rahatlıqla artıq mən bu H-ı tapdım. X H-dırsa A variantı gedər, B gedər, Y gedər. Qaldı bizdə K ilə N. Ki, Y nədir? Y də 3-lüdür. Məsələn, bunun gəlin koordinatını yazım. Koordinatı nədir? 3-dür. 3-ə birləşib və nəyə birləşib? 4-ə birləşib. Gəlib mən indi 8-ci sualda K ilə N-ə baxmalıyım. Hansı 3, 3, 4-dürsə mənim cavabım olacaq. Məsələn, K-ya baxmış olsam 2-yə birləşib, 3-ə birləşib və 4-ə birləşib. Yəni, mən K-nı artıq götürməyəcəm. Növbəti bir də demişdik ki, hansıydı? N idi. N-ə də baxsam, N isə birləşib bizdə 3-ə və 4-ə. Demək ki, mən ora K-nı yaza bilmərəm. Mənə çünki 3, 3, 4 lazım idi da. Nə yazaram? N yazaram. Bu da olacaq. Doğru cavab kiminə? D variantı. 9-cu sualımızda deyir ki, 50 metrlik məftil 10 metrlik dirəyin ucundan küçənin o biri tərəfində yerləşən binanın damına çəkilib. Deməli, deyək ki, bunu çəkməyə çalışaq. Dirəkdir 10 metrlik. Dirəyin ucundan 50 metrlik məftil çəkilib binaya. Bu da deyək ki, binadır. 50 metrlik nə çəkilib? Məftil çəkilib, düzdür. İndi bizə nə deyir? Bizə deyir ki, küçənin eni 14 metrdir. Yəni, sən dirəklə bina arasındakı məsafə nə qədərdir? 14-dür. İndi baxıram. Deyir, əgər küçə 16 metr daha enli olsa, lakin məftilin uzunluğu eyni qalsa, dirəyin hündürlüyü neçə metr artırılmalıdır? İndi mən baxmış olsam nəyə? Baxın, buradan bura qədər 10-dur. Yəni, dirəyin uzunluğu 10-dur. Demək ki, bu hissəmiz də bizdə 10 olacaq. Amma bu hissəni mən bilmirəm, x-ı. Yəni, bu ümumilikdə binanın hündürlüyüdür. Gəlin mən binanın hündürlüyünü tapmağa çalışım. Onu da necə taparam? Hipotenuzun kvadratından katetin kvadratını çıxmış olsam, bizə x kvadratını vermiş olar. Yəni, necə idi bu? X kvadratı üstəgəl 14-ün kvadratı bərabərdir 50 kvadratı idi, düzdür? İndi mən də 50-nin kvadratından çıxacam 14-ün kvadratını. Bizə verəcək x-in kvadratını. İndi gəlib necə həll edərəm? Artıq 50-nin kvadratı bir də 14-ü kvadratı yüksəldib çıxmıram bir-birindən. Belə yaza bilərəm də o hissəni mən. 50 üstə gələk 14 vurulsun 50 çıxılsın 14 kimi. Bir də x kvadratıdırsa bunları da kök altında yazaram. İndi nə olur? 50 üstə gəl 14 64-dür. 50 çıxılsın 14 36-dır. Yəni kök almış olsun 64-dən 36-dan olacaq 8 vurulsun kökü silək 8 vurulsun 6 yəni olacaq 48. Yəni x neçə oldu? 48 oldu. Artıq sən başa düşdün ki, binanın ümumi hündürlüyü nə qədərdir? 48 burada, 10 burada. Olacaq 58. İndi bizə nə deyirsə o şərti yazaq. İndi nə deyir? Əgər deyir küçə 16 metr daha enli olsa, küçənin uzunluğu 14 idi, 16 metr də artırıb olacağı nə qədər? 30. Lakin məftilin uzunluğu eyni qalsa, dirəyin hündürlüyü neçə metr artmalıdır? Dirəkdir deməli. Dirəyin hündürlüyünü mən bilmirəm ki, nə qədər artırmalıyım. 50 metr dəyişməyəcək. 50 olduğu kimi qalacaq. Bir də küçənin eni də 16 metr artıb nə olacaq? 30 olacaq. 30.
Ümumilikdə bu hissədə 58 idi, düzdür? Bu hissədə 58 idi. İndi mən yenə buradan x tapa bilərəm. Yəni 50-nin kvadratından çıxmalıyam 30-un kvadratını. Aha. Bu da neçə olur? 2500-dən çıxmalıyam 900. Olacaq 1600. 1600 də kök almış olsaq olacaq neçə? 40. Aha. Demək ki bu x nə imiş? 40 imiş. Buradan bura qədər 40-dırsa, sən 58-dən 40-ı çıxacaqsan, deyəcəksən ki, dirəyin də hündürlüyü nə qədər? Yəni bu hissənin hündürlüyü nə qədərdir? 18. Yəni buradan bura qədər dirək də düzdür. Dirəyin də hündürlüyü 18 metr olmuş olur. Dirəyin əvvəl hündürlüyü 10 idi. İndi gəldi oldu nə qədər? 18. Yəni nə qədər artırmalıdır? Neçə metr artırmalıdır deyirsə, 8 metr artırmalıdır. O da olacaq doğru cavab kimi B variantı. 10-cu sualımızda sual əvəzində hansı bir yazılmalıdır? İndi baxıram, görürəm ki, bu operatorda yanaşı A ilə B-nin hasilinin üzərinə C ilə D-nin hasilini gəlib. İndi mən də burada F tapmaq istəyirəmsə, çünki burada mənə F lazım olacaq. F tapmaq istəyirəmsə, 2 ilə 3-ün hasilinin üzərinə 4 ilə 5-in hasilini gələrəm. 2 vuraq 3, üstə gəl 4 olsun 5. Yəni 6 üstə gələk 20, olacaq 26. F oldu 26. İndi mən bu sual şartı tapmaq istəyirəmsə, 2 vurulsun 7-nin üzərinə, 3 vurulsun 26-nı gəlməliyəm. 2 vuraq 7, üstə gəl, 3 vurulsun 26. 2-ni 7-yə vurmuş olsam, nədir? 14-dür. Aha. Üzərinə də gəlmiş olsam, 26 vurulsun 3, o da olur 78. 14 üstə gəl 78 də bizə verir 92-ni, yəni C variantı. 11-ci sualımızda. 11-ci sualımızda figurlardır, iç-içə figurlardır və burada ədədlər yazılır. Fikirləşəm ki, bu ədədlər görəsən nə ola bilər? Ən çöldəki dairədir, dairədə. Dairənin tərəfinin sayını 0 götürüb, 0. Onun daxilində kvadratdır, yəni 4-bucaqlıdır. Tərəflərinin sayını əsasən yazıb 4. Sonra yenə dairədir deyə 0 yazıb. Sonra ən daxildə 3-bucağı var deyə yazıb nə? 3. Burada da baxmış olsam, dairədir, 0 yazıb. 4-bucaqlıdır, 4 yazıb. Yenə 4-bucaqlıdır, yazıb 4. İndi bizdə dairədirsə, yazıram 0. Üstə gələk. Kvadratdır, 4-bucaqlıdır, yazıram 4. 3-bucaqdır, yazıram 3. Yəni 0, 4, 3-ün cəmi. O da olacağı doğru cavab kimi nə? Y variantı. Amma da gəlib B variantını götürmürəm. Niyə? Çünki ayrıcalığa diqqət yetirməliyəm. Bu hissələrdə çöldən daxilə doğru gedibsə, mən də yenə çöldən daxilə doğru gedib, yəni tərəflərinin sayını yazmalıyım. 0, 4, 3-ün də cəmi olacağı Y variantı. Növbəti deməli 12-ci sualımızdır. 12-ci sualımız fiqur tamamlamadır. Yəni 1 ilə 2-ni cəmləyib, bərabərliyin sağında eyni fiquru almalıyam. İndi hansı hissələrə çatışmırsa, mən onları götürməliyəm. İndi baxmış olsam, daha çox variantlarla bir-birini fərqləndirirəm. Yəni, bərabərliyin sağında olan hissələr, bərabərliyin solunda olan hissələr, bərabərliyin sağında da olmalıdır, düzdür. İndi mən variantları bir-birindən fərqləndirim. Görüm, hansı hissə çatışmırsa, mən onu götürəcəm. Variantlara baxıram, A ilə B-nin fərqinə baxmış olsam, A ilə B-nin fərqi nədədir? Məsələn, A variantında bu xəttimiz var, diagonal xəttimiz, amma B variantında o xətt yoxdur. O xətt mənə lazımdırmı? Lazımdır. Niyə? Çünki bax, bu hissədə bu xətt varsa və bu xətt də varsa, bunlar tamamlanırlar axı. Yəni, o diagonal bərabərliyin sağındadır, mən onu görməliyəm. Görməliyəmsə, artıq B-də yoxdur, getdi. C-də yoxdur, getdi. Elə Y-də də yoxdur. Həmçinin D variantında da yoxdur. Doğru cavabımız nə olur? A variantı olur. Əgər daha rahat, yəni ürəyin rahat olmursa, baxmaq istəyirsənsə, 1-i 2-nin üzərinə çək, 2-ni 1-in üzərinə çək. Məsələn, deyək ki, mən 2-ni 1-in üzərinə çəkirəm. Məsələn, bu xəttdə, məsələn, Y formasındadır. Gətirim onu yazım. Aha, bu fiquru tamamlayıram. Ondan sonra belə bir xəttimiz var. Onu da çəkim. Növbəti, baxın, belə bir üçbucağımız var. Onu da mən gətirdim, çəkdim. Artıq bu ikinci şəkildə mənim işim bitdi. Bu fiqurun eynisini mən burada da almalıyam. Orada almalıyamsa, hansı hissələr çatışmırsa, artıq onları yazmalısan. Məsələn, bu diagonalın yoxdur orada. Baxan kimi görürsən, yoxdur. Yoxdursa, sən bunu çəkməlisən. O da sadəcə bizdə A variantında var. 13-cü sualımızda. 13-cü sualımız deməli qeyri-aşkar sualımızdır. Deməli necədir? 31-i 1-ə vurur. 13-ü 2-yə vurur.
8-i 3-ə vurub və cəmləyir. 31 vurulsun 1, 31-dir. Aha. Və üzərinə gəlməliyəm nəyi? 13 vurulsun 2, 26. Üstə gələk 8-i. 8 vurulsun 3, 24. Yəni 31, 26 və 24-ün cəmi bizə nəyi verir? 81. İndi baxıram sual işarəsinə. 20-ni vurmalıyam 1-ə. 7-ni vurmalıyam 2-yə, 15-i vurmalıyam 3-ə. 20 vurulsun 1, 20. Üzərinə gəlməliyəm 2 vur 7, 14-dür. Üzərinə gəlməliyəm 15 vurulsun 3, 45. 14 üstə gəl 45, 59. Üstə gəl 20 olacaq 79. Yəni doğru cavabımız olur A variantı. Sonrasında baxıram 14-cü sualımıza. 14-cü sualımızda deyir ki K, L, M, N, P. Bu müştərilər A, B, C, D və Y marketlərindən ət, süd, şəkər, meyvə və yağ alıblar. İndi deyir müştərilərin hər biri yalnız bir marketdən bir məhsul alıb. İndi baxsam 5 dənə müştəridir. 5 dənə marketdir, 5 dənə də ərzaqdır. Yəni hərəsi birinə uyğun gəlir. Sol tərəfdən yazıram mən burada müştərilərin adlarını. K-dır, L-dir, M, N və P. Parametrlərimizin sayı 3 dənədir, yəni adlar var, ərzaqlar var, bir də mağazalar varsa, artıq mən bunları bir-bir sadalamayacağım sütun üzrə. Yəni ümumi ad altında yazıram. Yəni bir tərəfdən yazıram market, aha. İkinci üstündə də yazıram ərzaq. İndi artıq qarşısında yazacağım ki, mən hansı hardan alış-veriş edib və nə alıb. K deyir süd alıb. K süd alıbsa, K'nın qarşısında ərzaq bölməsində yazıram süd. Aha. C marketindən ət alınmışdı. C marketindən ət alınıbsa olsun. C-dən ət alınıb, amma bilmirəm ki, hansı alıb, elə ki onu gözləyirim. A marketindən şəkər alan L-dir. Deməli, L-in qarşısına marketin hissəsinə A yazıram və bu adam nə alıb? Şəkər alıb. Aha. D marketindən P alış-veriş etmişdi. P-nin də qarşısına market olan hissəyə yazıram nə? D. İndi artıq başqa bizim məlumatımız yoxdur. Bir də qalır C ət. C əti ya mən M-ə yazaram, ya da N-ə yazaram. Çünki mən K-yı yaza bilmirəm. K-nın qarşısında süd var. P-yi yaza bilmirəm. P-nin qarşısında D var. Hansı deyir? Mütləq səhvdir. A-da deyir M və ya N ət almışdı. Bəli, ola bilər. Dediyim kimi C-ni və əti ya M-ə yazaram, ya da N-ə yazaram. Ona görə A variantı getdi. B-də deyir P yağ almışdı. P yağ ala bilər. P-nin qarşısı çünki boşdur. Yəni südü, şəkəri yazmışamsa, yağ da bizdə boşdaydı. Yəni ki, P yağ ala da bilər, almaya da bilər. K deyir Y marketindən məhsul almışdı. K-nın qarşısında market olan hissə boşdur. Və bizdə Y də boşdadır. Yəni Y ala bilər. Bilmirəm. P-nin deyir hansı məhsul aldığı dəqiq məlumdur? Xeyr, bu səhvdir. Çünki mən ərzaq bölməsini heç yazmamışam axı. Dəqiq məlum deyil. Bilmirəm ki, nə yazım ora. D variantına görə mütləq səhv olur. 7 deyir süd B marketindən alınmışdı. Süd B marketindən alına da bilər, alınmaya da bilər. Çünki B bizdə boşdaydı. Mən də K-nın qarşısına B-ni yəni yaza bilərəm. Problem yoxdur. Ona görə Y ola da bilər, olmaya da bilər. 15-ci sualımızda deməli necədir? 15-ci suala baxmış olsam, məsələn, baxın, bu fiqur bir-birinin güzgü əksinə oxşuyur, düzdür. Sonra burada da baxmış olsam, bunlar da bir-birinin güzgü əksidir. Yəni, bu fiqurla bu fiqur bir-birinin güzgü əksidir. Həmçinin bu hissələr də bir-birinin güzgü əksləridir. Yəni, ümumilikdə belə bir ortadan xətt çəkmiş olsa, bu fiqurlar hamısı bir-birinin güzgü əksidir. Demək ki, bu sual işarəsinin yerində nə olmalıdır? Bax, bunun güzgü əksi olmalıdır. Onun da güzgü əksi hansıdır? Baxın, A variantı olmuş olur. Gəlib baxıram 16-cı sualımızda. 16 hədəfin hamısını vurmaq 90 xalla qiymətləndirilir. 16 hədəfin hamısını, 12 hədəfin daha doğrusu, 12 hədəfin hamısını vurmaq 90 xalla qiymətləndirilirsə, indi mən də sorursam ki, bəs bir hədəfi vurduqda neçə xal qazanırsan, o zaman sən nə edəcəksən? 90-ı böləcəksən 12-yə. 90-ı 12-yə bölmüş olsan, olacaq 7/5. Yəni sən bir hədəfi vurduqda 7/5 xal qazanmış olursan. Ümumi 12 dənə xal, yəni 12 hədəfi vurduqda isə 90 xal qazanmış olursan. Hər bir hədəfə yalnız bir dəfə atəş açmaq olar. Hər bir uğursuz cəhdə görə bir uğurlu cəhdin nəticəsində qazanılan xalların 1/3 çıxılır. Yəni sən 7/5-in 1/3-ni çıxacaqsan. Əgər səhv atırsansa, uğursuz cəhdisə,
Bu zaman 7/5-in 1/3 hissəsi sənin xalından çıxacaq. Yəni bu cərimədir. Səhv atırsansa, həm 7/5 xal itirirsən, yəni qazanmırsan da. Həm də cərimə 2/5 xalda uduzmuş olursan. 7/5-in 1/3 hissəsi 2/5-dir. Yəni hər uğursuz cəhdə görə sənin xalından 2/5 xal çıxılır. İndi bizə nə deyir? 12 cəhdin 5-i uğurlu olan atıcı neçə xal toplayacaq? 12 dənə cəhdi. Bu adam 5 dənə uğurludur. 5 dənə uğurlu cəhdi var. 7 dənə nədir? Uğursuz cəhdi var. 5 hədəf üçün, yəni 5 uğurlu cəhd üçün mən nə qədər xal qazanmış oluram? Hər hədəfə, yəni uğurlu cəhd üçün 7/5 xal verir axı. Yəni mən də vuracam 5-i 7/5-ə. Deyəcəm ki, mənim nə qədər xalım var? 37/5. Aha. Deməli, uğurlu cəhdim üçün 37/5 xal mən qazandım. 7 dənə uğursuz cəhdim olub, onların da onsuz heç bir xal qazandırmır mənə. Əksinə xal çıxılır. Yəni hər bir uğursuz cəhd üçün 2/5 xal çıxılırsa, mən də 7-ni vuracam 2/5-ə görüm nə qədər mənim cəriməm var. O da olacaq 17/5. Yəni 17/5 xalda mənim uğurlu cəhdlərimdən çıxılacaq. 17/5 çıxıldı. 37/5-dən 17/5-i çıxmış olsa, bizə də ümumi qalır 20 xalımız. Yəni deyir, atıcı deyir, neçə xal toplayacaq? 20 xal toplamış olur. Baxın belə. Növbəti baxıram 17-ci sualımıza. Verilən açılışa uyğun olmayan variantları seçin. İndi mən baxmış olsam, bu sual çox məşhur sualdır. Yəni demək olar ki, bir 4-5 qəbula düşüb, həmçinin dimin sınavlarına da çox düşən bir sualdır. İlk olaraq baxıram nəyə? Baxın, 1 ilə 2 bir-birinin qarşı üzləridir. Amma sən onu 4-də bir tərəfdən görə bilirsən. Qarşı üzləri demişdik axı, bir tərəfdən baxdıqda heç vaxt görə bilmərik. Yəni qarşı üzləri mən bir tərəfdən baxdıqda heç vaxt eyni yerdə görə bilmərəm. Ona görə 4-ü mən götürəcəm. Sonrasında baxmış olsam məsələn 1-ə. 3-ün yuxarısında 2-dir və onun da sağ tərəfində nə var? S var. Məsələn, S-ni gətirib fırlatmış olsam aşağı hissəyə doğru. S-ni aşağıya doğru fırlatmış olsam, S gəlib baxın belə düşəcək. Aha. İndi baxmış olsam, 3-dən 2-yə gedirəm, sonra da S-yə gedirəm. Orientasiyanı tətbiq etsəm, saat əqrəbinin istiqaməti. 3-dən 2-yə, sonra da S-yə gedirəm, yenə də saat əqrəbinin istiqamətidir. Yəni, istiqamətlər ödənirsə, demək heç bir problem yoxdur. Biri mən götürməyəcəm. Məndən olmayanları soruşur. Baxıram sonrasında nəyə? Baxıram ikinciyə. 1-dir, A-dır və S-dir. İndi baxıram, A-nı məsələn çevirmiş olsam, görüm birləşmə formaları düzgündür, yoxsa yox. A-dır. 1-in yuxarısında A düzgün formadadır, heç bir problem yoxdur. Sadəcə bir dənə orientasiyanı yoxlayım, görüm düz olacaq, yoxsa yox. Belə yəni dədə-baba formasında ənənəvi qaydada baxdıqda da düz çıxmayacaq. Çünki bax, 1-in yuxarısında A-dır, 1-in sağında nədir? S-dir. 1-in yuxarısında A var, düzdür. Amma S bizdə hardadır? 1-in solundadır. Amma 2-də harda verib, sağında verib deyə 2 səhv olmuş olur. Və yaxud dediyim kimi orientasiyanı gəl yoxlayaq. 1-dən A-ya sonra S-yə getmisənsə, saat əqrəbinin istiqaməti. İndi sən də hardan, hansı üzdən başlayıb, hansı üzdə bitirmisənsə, kubun açılış formasında da o üzdən başlayıb, o üzdən bitirməlisən. Yəni 1-dən A-ya gedirsən, sonra S-yə gedirsən, saat əqrəbinin əksi istiqaməti. Birində əgər saat əqrəbinin istiqaməti, birində saat əqrəbinin əksi istiqamətidirsə, bu zaman o səhv olmuş olur. Yəni 2 də sən götürmüş olursan. Cavabın olur 2-4, yəni Y variantı. Növbəti baxıram 18-ci suala. Variantlardan 4-ü verilmiş sözlər arasındakı məntiqi əlaqəyə görə analojidir. Fərqli variantı seçin. İndi baxıram, müəllif kitab oxucu. Müəllif kitabı özü yazır, kim üçün? Oxucu üçün. Yəni özü hazırlayır. Şirniyyatçı tortu özü hazırlayır, kim üçün? Alıcı üçün. Müəllim mühazirəni özü hazırlayır, tələbə üçün. Dərzi paltarı özü hazırlayır. Kim üçün? Müştəri üçün. Amma sürücü avtobusu özü hazırlamır. Avtobusu sadəcə idarə edir. Ona görə B sizdə səhv olmuş olur. B fərqli cavab olmuş olur. Ona görə doğru cavabımız olur B. 19-cu suala baxmış olsam, sadəcə rəngli xanılar görürəm. İndi yazım görün, bu rəngli xanılar neçəsi rənglənib? Bir dənəsi rənglənib, 2-si, 3-ü, 4-ü və 8-i. 4-ü də yox, 5-i daha doğrusu, üzr istəyirəm. İndi baxmış olsam, sual şartının növbəti nə olacaq? Bəs
1, 2, 3, 5, 8 formasındadır. Yəni fiqur arıcılığıdır. Ədədi arıcılıqlar kimi mən buna baxıram. 1, 2, 3, 5, 8-də nə başa düşürəm? Baxın 1 ilə 2-nin cəmi olub 3. Fibonacci'dir, ikili Fibonacci. İlk 2 dənəsini cəmləyir və növbətiyə yazır. 2 ilə 3-ün cəmi 5-dir. 3 ilə 5-in cəmi 8-dir. 5 ilə 8-in də cəmi nə olmalıdır? 13 olmalıdır. 13 olmalıdırsa 13 dənəsi rəngli olanda bizdə hansıdır? C variantı olmuş olur. Növbəti baxıram 20-ci sualımıza. Verilən sözlər arasındakı məntiqi əlaqəyə analoji variantı seçin. Yenə də. Deməli, alim elm tədqiqat. Alim elm üzərində tədqiqat aparır. Müəllim də təhsil üzərində təlim aparır. D variantı nədir? Bizim doğru cavabımız olur. Yəni mütləq şəkildə sözlərin arıcılığına burada diqqət yetirmək lazımdır və bir də çalışdıqca, məsələn 3 dənə söz, 4 dənə söz veribsə, bu zaman biz nə edirdik? Cümlə qurmalıyıq. Alim elm üzərində tədqiqat aparır. Tərcüməçi dil üzərində lüğət aparmır. Məhkəmə hakim üzərində qərar aparmır. Əkinci iş üzərində torpaq aparmır. Olmaz. Natiq nitq üzərində auditoriya aparmır. E variantı getdi. Müəllim təhsil üzərində təlim aparır. Düzdür. 21-ci sualımızda. Qrafikdə imtahanda yüksək nəticə göstərən qız və oğlanların sayı əks olunub. Nöqtələrlə göstərilən oğlanlardır, amma boz xana ilə göstərilən isə qızlardır. İndi baxmış olsam, bu isə də 100-150 bal toplayanlardır. Burada isə 130-150 bal toplayanlardır. Ümumilikdə baxmış olsaq, burada 100-150 balını toplayanların daxilində bu hissələr də var. Çünki 130-dan 150-yə qədər daxil bu hissədə düzdür. İndi məsələn məndən sorursaydı ki, 130-150 bal toplayanlar 69-dur. 100-150 bal toplayan oğlanların sayısı 170-dir. Məsələn desək ki, məndən bəs 100 və 129 aralığında toplayan oğlanların sayı nə qədərdir? Mən də deyəcəydim ki, 170 çıxılsın 69. Yəni deyəcəydim 101 nəfər. Yəni niyyət dediyim kimi bunun daxilində bunlar da var. 100-150 toplayanların daxilində 130-150 toplayanlar da var. Və artıq qalanlar isə hansılardır? 100-dən 129-a qədər toplayanlardır. İndi bunu başa düşdüksə, gəlib mən baxıram nəyə? Deyir, qrafikdə göstəricilərə əsasən aşağıdakilərdən hansı mütləq doğrudur? 130-150 bal toplayanların sayı 100-129 bal toplayan oğlanların sayından azdır. 100-130 bal toplayanların sayı deyir. Yəni ümumi toplayanların sayı. 130-150 bal toplayanların sayı nə qədərdir? 69 buradadır, 35 də buradadır. Olmuş olacaq nə qədər? 104 qədər. 104. Aha. Bəs 100-129 bal toplayan oğlanların sayı nə qədərdir? 170 ümumi saydır. Yəni 100-dən 150-yə qədər. 69 isə 130-150 aralığındadır. Artıq mən 100-129 tapa bilərəm də. 170-dən 69 çıxaram, deyərəm 101. İndi azdırmı? Xeyr, əksinə 130-150 bal toplayanların sayı 100-129 toplayan oğlanların sayından artıqdır. Ona görə A variantı səhvdir. İmtahanda iştirak edən oğlanlar qızlardan çoxdur. Bax, burada ümumi imtahanda iştirak edən oğlanların və qızların sayı verilməyib. Sadəcə imtahanda yüksək nəticə göstərən qız və oğlanların sayı əks olunub. Yəni ümumi sayı bilmirəm mən. Ona görə B-də getdi. 130 bal toplayan oğlanlar 130 bal toplayan qızlardan çoxdur. Sırf 130 bal toplayan oğlanları və sırf 130 bal toplayan qızları sayını mən bilmirəm. Sadəcə aralığı bilirəm ki, 130-150 bal toplayanların oğlanların sayı məsələn 69-dur, qızların sayı nə qədərdir? 35-dir. Ona görə C-də getdi. 100-150 bal toplayanların 1/3. 100-150 bal toplayanlar bax buradadır da. 170 nə? 142-nin cəmi. O da bizim neçəni verir? 312-ni düzdür. İndi nə deyir? Bunların sayının deyir 1/3 130-150 bal toplayanlardır. Bu düzdür. 312-nin 1/3 104 də bizə düzdür. 100-150 bal toplayanların 1/3 130-150 bal toplayanlardır. D variantı düzdür. Sonra nə deyir? 130-150 bal toplayanlar imtahanda iştirak edənlərin 25%-ni təşkil edir. Bax yenə də ümumi imtahanda nə qədər insan iştirak edir, mən bunları bilmirəm. Ona görə Y variantı gedir. 22-ci sualımızda. 22-ci sualımız fiqurədətdir. Baxmış olsam 1 ilə 8-in cəmi baxın 9-dur. Fibonacci'dir bu da. 8 ilə 9-un cəmi baxın 17-dir. 7 ilə 5-in cəmi 12. 5 ilə 12-nin cəmi neçədir? 17-dir. İndi baxıram mən burada. A-nın yerinə elə yazmalıyam ki, 3 ilə A cəmlənsin, B-ni versin və A-la B-nin də cəmi 17 olmuş olacaq.
İndi mən A-ya 9 yazsam olmaz axı. 3 üstəyə 9 12 olar. B-də də gətirib nə yazıb? 6 yazıb. Düz deyil. Amma gətirib baxmış olsan Y variantına, A-ya 7 yazsan 3 üstə gəl 7 10-dur. 7-nin 10-da cəmi 17 verir bizə. Yəni doğru cavabımız olur nə? Y variantı. Növbəti baxıram 23-cü sualımıza. 23-cü sualımız şifrələrdir. İndi baxmalıyam ki, hansı variant bizdə düzgündür. İndi məsələn baxmış olsam nəyə? Məsələn gəlib baxaq biz, baxın bu fiqurlar, eyni olan fiqurlara baxıram. Yəni birinci sətrin ikincisinə, dördüncü sətrin üçüncüsü eyni olmalıdırsa, hansı hissələrdə? Baxın A variantında budur. Birinə 2 yazıb, birinə 7 yazıb. Mən də eyni simvolları necə gətirim, fərqli rəqəmlər deyim, deyə bilmərəm. A variantı getdi. Burada da B-də də yenə 2 yazıb, 7 yazıb, B variantı da getdi. C variantında elə ki problem yoxdur, 2-2. Gəlib baxmış olsam D variantında da 2-2-dir, problem yoxdur. Y variantına baxmış olsam 2 yazıb, 7 yazıb, Y variantı da səhv olmuş olur. Ondan sonra baxmış olsaq biz nəyə? Məsələn, bu kub bloklara baxmış olsam, yəni ikinci sətrin birinci və üçüncüsü eyni simvoldursa, eyni də rəqəm olmalıdır. Amma gəlib baxmış olsam birinə 5 yazıb, birinə 6 yazıb, C variantı səhvdir. D variantına baxsam 5-5, D variantı sənin düzgün cavabın olur. Doğru cavabımız D. 24-cü sualda verilən fiqura uyğun olan açılışı seçin. Sadəcə fiqurun bir üzü verilib bizə, yəni bir tərəfdən verilib və 3 dənə üzü məlumdur. 3 dənə üzü məlumdursa, necə birləşiblərsə, o formaya uyğun olaraq mən də bunu həll etməliyəm. Yəni burada kubun açılışını falan çəkməyə ehtiyac yoxdur. Yəni sadəcə diqqət yetirsəm ki, üçbucağın, baxın, iti bucaq hissəsi düz bucaqlıya birləşib. Yəni baxın belədir bu formada. Üçbucaqdır. Bu hissəyə nə birləşib? Düz bucaqla birləşibsə, yəni bu formada birləşən hansı variant varsa mən onu götürməliyəm. Məsələn, B-ni götürə bilmərəm. Üçbucağın iti bucaq hissəsi nəyə birləşib? Düz bucaqlıya paralel vəziyyətdə birləşib. Onun kiçik hissəsinə birləşməlidir. B variantı getdi. Sonra sən C variantını götürə bilməzsən niyə? Birləşməsi düzdür bunların. Amma gəlib baxsan bu böyük üçbucaqla buradakı kiçik üçbucaq qarşı üzlərdir. Sən bunları eyni tərəfdən görə bilmirsənsə C variantı necə düz olar? Olmaz. Getdi. Sonra baxmış olsan, D variantında bunlar bir-birinə nədir? Paralel vəziyyətdədirlər. Dediyim kimi, üçbucağın iti bucağı hissəsi düz bucaqlıya birləşməlidirsə, D variantı səhvdir. Y variantı səhv olur. Üçbucağın oturacağı hissəsi düz bucaqlıya birləşib. O da getdi. Doğru cavabımız olur A variantı. Növbəti baxıram 25-ci sualımıza. 25-ci sualda fiqur ardıcılığıdır və mən bu simvolların ardıcılığını diqqət yetirməliyəm. Məsələn, oxdur. 1-də idi, 2-dədir, növbəti 3-də və növbəti olmalıdır bizdə harda? 4-cüdə. 4-də olmalıdırsa artıq A gedəcək, D gedəcək, Y gedəcək. Növbəti artıq baxıram, məsələn, B ilə C-nin fərqinə. Oxların istiqamətinə baxmış olsam, yəni yerləşmə nöqtəsinə baxmış olsam, cavab taparım. 3-dədir, gedib 4-də. Yəni sağa doğru irəliləyir. 4-dən sonra gəlib 1-ə və növbəti harda olmalıdır? 2-dədir. O da olacaq doğru cavab kimlə? C variantı. 26-cı sualda düstura görə deyir, A dəyişəni yalnız B və C dəyişənlərindən asılıdır. Yəni mən burada düsturu yaratmalıyam. A sadəcə B ilə C-dən asılı olsun. B ilə düz, C ilə tərs mütənasibdir. B ilə düz, C ilə tərs mütənasibdirsə, onu mən belə yaza bilərəm də. A, B bölünsün C. B ilə düz mütənasib oldu, C ilə isə tərs mütənasib oldu. Aha. İndi nə deyir? A 700 olduqda C 10-dur deyir. B 350-dirsə. İndi sən də baxmış olsan, görərsən ki, 350-ni sən 10-a böldükdə 700 almırsan axı. Demək ki, burada nəsə çatışmır. Nə çatışmır? Mən 350-ni 20-yə vursam və bölmüş olsam ona, həqiqətən 700 alıram. Demək ki, bu düstur necə olubmuş? A bərabərdir 20B bölünsün C formasında olubmuş. İndi mən bu düsturun dəqiq versiyasını tapdımsa, gəlib həll edə bilərəm də. Nə deyir? A 500 olduqda, bu zaman A 500 olduqda, A-nın yerinə 500 yazıram. Aha. C 20 olduqda B-nin qiymətini tapın. Deməli, 20 vurulsun B, bölürəm C-nin qiyməti 20-yə. İndi məndən B-ni soruşa, düzdür. 20-lər ixtisar getsə, B niyə bərabər olur? 500-ə bərabər olmuş olur. O da doğru cavab kimi D variantı. Növbəti baxıram 27-ci sualımıza. 27-ci sualımızda baxıram üçbucaqdır. Üçbucaq vəziyyətini dəyişib, gəldi necə olub? Baxın bu formada. Yəni bu necə dəyişib? Saat əqrəbinin istiqamətini 90 dərəcə yerini dəyişib. Beşbucaqlıdır, beşbucaqlıdır. 90 dərəcə bunu dəyişmiş olsaq, saat əqrəbinin istiqamətində. Gəlib baxın bu formada düşür. Aha.
O formada olacaqsa artıq sən S-ni çıxarsan, D-ni çıxmış olarsan. Bir də baxmış olsaq oxun vəziyyətinə. Oxun vəziyyəti, baxın, sol diaqonal üzrə idi, fırlanıb olub sağ diaqonal üzrə. Yəni sən bunu saat əqrəbinin əksi istiqamətində fırlatmalısan. Fırladacağım və bir də nəyə diqqət yetirməliyəm? Baxın, buradakı işarələr var, oxlar. Onun biri aşağı düşüb. Yəni mən də bunun birini aşağıya düşürməliyəm. Bunu bir 90 dərəcə çevirim, saat əqrəbinin əksi istiqamətində. Çevirmiş olsam, baxın, belə gəlib düşür. Və bir də bu oxların biri aşağı düşməlidirsə, o da doğru cavab kimi nə olacaq? A variantı olmuş olur. Növbəti baxıram 28-ci sualımıza. 28-ci sualda baxmış olsam 130, 37, 85 bu ortadakı ədədlər nədir? Böyük ədədlərdir. Kənardakılar isə kiçik ədədlərdir. Demək ki, mən kənardakılardan ortadakını almışam. Necə almışam? 130 da düzdür. Fikirləşirəm. Baxın, 11-in kvadratı üstə gəl 3-in kvadratı. 121 üstə gəl 9 olur 130. 1-in kvadratının üzərinə 6-nın kvadratını gəlməliyəm. Yəni 1 üstə gəl 36 olacaq nə? 37. 7-nin kvadratının üzərinə 4-ün kvadratını gəlməliyəm. Yəni 49-un üzərinə sən 16-nı gəlmiş olsan, o da olacaq neçə? 65. Yəni D variantı. Yenə deməli fiqur tamamlamadır. Məsələn, 1-i 2-nin üzərini çəkək və yaxud da 2-ni 1-in üzərini çəkək. Gəl 1-i 2-nin üzərini çəkək. Bu xətt çəkilməlidirsə, o xətti gətirdim, çəkdim. Aha. Sonrasında bu xətt çəkilməlidirsə, o xətti də gətirib çəkdim. Ortadakı xətti də gətirib çəkirəm. Sonra bu üçbucaq formasında olmalıdır. Aha. Bir də baxın, belə bir xətt var. O xətti də gətirdim, çəkdim. İndi baxmış olsam nəyə? Da artıq mənim bu hissənin işim bitdi. Yəni bu fiqurdan bizim sağ tərəfimizdə də olmalıdır. Sağ tərəfimizdə olmalıdırsa olsun. İndi gəl baxaq. Hansı hissələr çatışmır? A-la B-nin fərqinə baxıram da bir üzərini çəkmirəm. A-la B-nin fərqinə baxmış olsam, A-da bu xəttimiz yoxdur, amma B-də bu xətt var. O xətt mənə lazımdırmı? Lazımdır. Çünki burada çatışmır o hissə. Yəni bərabərliyin sonunda varsa, bərabərliyin sağında da olmalıdır. A variantı getdi. Həmçinin C-də də o yoxdursa, elə C-də gedir. D-də yoxdursa, D-də gedir. Y-də gedir. Elə doğru cavabım nə qalır? B variantı qalır. Və həqiqətən də baxmış olsam, bu ortadakı xətt səndə yox idi. Yəni sol tərəfdə varsa, yəni sağ tərəfimizdə də olmalıdır. Yəni bu xəttimiz varsa sol tərəfdə, bərabərliyin sağında da bu xəttdən olmalıdır. Yəni B variantı bizim doğru cavabımız olmuş olur. 30-cu sualda hər bir kvadratın daxilində müxtəlif 5 dənə fiqur var. Yəni qara kvadratdır, rombdur, üçbucaqdır, ağ dairədir, qara dairədir. İndi sual işarəsinin yerində yazılıb ki, hansı olmalıdır? Hər blokun daxilində sadəcə bir dənəsindən olmalıdır. Yəni təkrarlanan fiqur olmalı deyil. Demək ki, romb var, qara kvadrat, qara dairə, ağ dairə varsa, burada nə çatışmır? Ağ üçbucaq çatışmır. Aha. İkinci blokumuzda deməli ağ üçbucaq, ağ dairə, qara kvadrat və nə çatışmır? Romb çatışmır. Aha. Rombu da gətirdim, yazdım. Bu hissədə indi bloka baxmış olsam, ağ üçbucaq, qara kvadrat, ağ romb var, ağ dairə var. Nə yoxdur bizdə? Qara dairəmiz yoxdur. Bu variant nə olacaq? Ağ üçbucaqdır birinci. Aha, Y gedər, B gedər, A gedər. Sonra romb olmalıdır. İkinci sual işarəmiz rombudur. Və sonrasında qara dairə olmalıdırsa, da olur doğru cavab kimi C variantı. İndi baxıram 31-ci sualımızda. A, B və C məktəb ləvazimatları satılan mağazadan müxtəlif əşyalar almaq istədilər. Onlardan birinci kitab, qələm, üçüncüsü isə dəftər almaq qərarına gəldi. ABC 3 nəfərdirlər, 3 dənə də əşya var. Kitabdır, qələmdir və dəftərdir. İndi bizə deyir ki, A kitab alacaqsa, B dəftər alacaq. B kitab alacaqsa, C qələm almayacaq. A dəftər alacaqsa, C kitab almayacaq. İndi baxın, bu C yazıq, C yazıq. Deyir, B kitab almayacaq, C qələm almayacaq. A dəftər alacaqsa, C kitab almayacaq. Yəni bu C şəxsi nəsə də almalıdır, düzdür? İndi bu C nəsə almalıdırsa, mən B-yə nə kitab deyirəm, nə də ki, A-ya dəftər deyirəm. Elə gətirib deyirəm ki, A alsın kitab, A kitab alsın. Aha. B də nə alsın? Dəftər alsın. Aha. B-yə dəftər yazdımsa, bu zaman. C-miz də nə olacaq? A kitabdır, B dəftər alsın. C də nə olacaq? C də olacaq qələm. Belə. İndi baxıram variantlara. Hansı mütləq doğrudur soruşur bizdən. Deməli, A qələm alacaq.
Xeyr, A kitab alıb. B dəftər alacaq. B variantı sənin elə doğru cavabın olmuş olur. Belə. Növbəti baxıram 32-ci suala. Balıqçı tor analogiyadır. Yəni balıqçı nə ilə işləyir? Torla işləyir. Qəssab da nə ilə işləyir? Baltana işləyir. B variantı bizim doğru cavabımız olur. 33-cü sualımızda. 33-cü sualda mən baxmış olsam 1-dən 2-yə keçəndə nə idi fiquru? 1-dən 2-yə keçəndə negativini alıb, negativi. Yəni məsələn ağ hissələr gəlib nə olub? Qara olub. Ağ hissə qaradır, qara hissələr isə ağdır. Negativini alıbsa, mən indi bunun negativini almalıyam. Negativini almalıyamsa, məsələn birincini. Baxmış olsam hansı bizdə negativ olmaz. Məsələn A variantı bizim negativimizdir sizcə? Baxın bu hissə ağdırsa bu formada. Bura o formada deyil axı, yəni o formada deyil. Baxın belə olmalıdır əslində. Qara olmalıydı. A variantı çıxdı getdi. Növbəti. Məsələn Y variantı da ola bilməz, amma D variantı, C, B formatı onlar hələ ki düzgün gəlirlər negativi aldıqda. Bəs 2-dən 3-ə keçdikdə nə edir? 2-dən 3-ə keçdikdə isə sadə dəqrəbin əksi istiqamətini 90 dərəcə çevirir. 90 dərəcə sadə dəqrəbin əksi istiqamətində. İndi mən baxmış olsam, görərsən ki, sən B variantı 2 ilə 3-də heç bir fərq yoxdur. Yəni çevrilmiş forması deyil. B variantı getdi. Sonrasında baxmış olsan nəyə? C variantına bir dənə baxmış olsan, bu üçbucaqdır. Bunu 90 dərəcə fırlatmış olsan, sadə dəqrəbin əksi istiqamətində gəlib əslində burada düşməli idi. Amma görürsən ki, C-də o yoxdur. Ona görə bu da getdi. Doğru cavabım bir dənə qalır nə? D variantı. 34-cü sualımızda. 34-cü sualımızda alt-alta vurmadır. Y, G, C-ni 1-ə vurub 234 almışamsa artıq başa düşürəm ki, bu ədədimiz neymiş? 234 imiş. Aha. İndi sonra baxmış olsam mən 234-ü sən B-yə vurub 1170 almışsansa B neçə imiş? Yəni sən əksinə 1170-i böləcəksən 234-ə, deyəcəksən ki B 5 imiş. 2170 alındı. İndi sən Q-ni axtarmalısın. Düzdür, B 5-dirsə artıq B variantı gedir, D gedir, Y gedir. Ya A variantıdır cavabımız, ya da C variantı. İndi mən baxmış olsam, baxıram toplama hissəsinə. Bu 4 rəqəmin bir ədəddir. İndi mən Q-ni tapmalıyam. 3-ün üzərinə nə gəlsəm 7 olar, 4 gəlsəm. 2-nin üzərinə nəsə gəlmişəm və 0-da gəlmişəm, 2 almışamsa artıq başa düşürəm ki, bu 0-dır. 7-nin üzərinə nəsə gəlib 1 almışamsa artıq başa düşürəm ki, bu 1-dir. 4 üstəlik 7 11 olub. 1 yazmışam, 1 yadda. 1-in üzərinə 1 yaddanı gəlsəm 2 və özümdən də 1 yazıram, olur 1. 2 cəm olsun necə? 3. Yəni sən də 1404-ü əksinə bölməlisən nəyə? 234-ə. 234-ə bölmüş olsan da olacaq 6. Yəni B-miz 5-dir, Q-miz isə 6-dır. O da olur doğru cavab kimisi. 35-ci sualımızda deyir, ailənin 4 üzvünün cəmi 73 yaşı var. 7 il bundan əvvəl həmin tərkibdə olanların, yəni ailənin sayında heç bir dəyişiklik yoxdur. Neçə yaşı var idi? İndi bizim də belə bir düsturumuz var idi. Əvvəlki yaşın üzərinə gəlirdim n vurulsun ili. Yəni n burada insanların sayıdır. Bərabər olur sonraki yaşa. Yəni bu insanların sonraki yaşlar cəminə. Deməli 7 il bundan əvvəl deyirsə, mənə əvvəlki yaş lazımdır. Əvvəlki yaş lazımdır. Üstə gələk. 4 dənə üzvü var. Yəni n olacaq 4. Neçə il deyir? 7 ildir. Aha. Və sonraki yaşı olub nə qədər? 73. İndi mən bunu tapmalıyam da. Əvvəlki yaş üstə gələk. 28 bərabərdir 73. İndi mən də 28-i çıxmış olsam əvvəlki yaşdan, bu da bizə neçəni verir? 73 çıxılsın 28 olacaq 45. Yəni doğru cavabımız B variantı olmuş olur. Növbəti baxıram mən 36-cı suala. Analogiyadır. Karbon qazı fotosintezdə iştirak edir, oksigen isə tənəffüsdə. Yəni D variantı bizim doğru cavabımız olur. Sonrasında baxmış olsam mən nəyə? Baxmış olsam arıcılıqdır. Arıcılıq necə gedir? İndi baxıram, görəm ki 75, bax gedəcək 55-ə. Yəni 2 dənəsini arada buraxıram. Burada üçlü paralel arıcılıqdır. 2 dənəsini arada buraxıb 4-cüyə keçirəm. 55-ə getdim. 55-dən 35-ə, 35-dən 15-ə. Yəni necə gediblər? 20 azalıblar. 20 azalaraq gediblər. Yəni bir dənə də sual işarəsi olsaydı burada 20 çıxacaqdım, mənfi olacaqdı. Amma 2 dənə sual işarəsi idi, artıq getmirəm. 65-dən 45-ə gedirik, 45-dən 25-ə, 25-dən sual işarəsinə. Çıxmalıyam mən bunlardan 20. Aha. 25-dən 20 çıxmış olsam, birinci sual işarəmiz nə oldu? 5 olmuş oldu. Y getdi, D getdi, A getdi. Növbəti, baxıram nəyə?
Artıq bu sual aşarısını tapdımsa 2-dən 10-a, 10-dan 50-yə və 50-dən növbəti sual aşarısına. Bu da necədir? 2, 10, 50 vurub 5-ə. Yəni 5 qatıdır. 10 vurulsun 5, 50. 50 vuraq 5, 250. Deməli 5 və 250 o da olacaq doğru cavab kimi C. 7 nəfərdən müxtəlif tərkibdə neçə cür 4 nəfərlik qrup yaratmaq olar? 7 nəfərin daxilindən 4 nəfəri əgər seçirsənsə, bu kombinezondur. Kombinezon 7-dən 4. Yəni burada yazaq. Kombinezon 7-dən 4. Kombinezonun düsturu da necədir? 7 faktorial bölək 4 faktorial vurulsun 7 çıxılsın 4 faktorial, yəni 3 faktorial. İxtisarlarımıza aparmış olsaq, 7 faktorialın daxilində 4 faktorial var. Yəni yuxarıda qalır 4-dən sonrakılar 5 vurulsun 6 vurulsun 7. Aşağıda 3 faktorial 1 vurulsun 2 vurulsun 3-dür. Yəni 6-dır. 6 ilə bu 6 ixtisar getsə 5 vurulsun 7 bizə verir 35-i. Bu da olacaq doğru cavab kiminə? Y variantı. 39-cu sual. Eksperiment laboratoriya, yəni eksperiment laboratoriyada aparılır. Futbol isə harda? Stadionda olur da, düzdür? B variantı bizim doğru cavabımız. Növbəti baxıram 40-42 saylı tapşırıqlara. Deyir ki, A, B, C, D, Y şəxsləri ərzaq, geyim, təsərrüfat malları, oyuncaq və zərgərlik məmulatları mağazalarında olmuş və qiyməti 9, 10, 11, 12 və 32 manat olan malları əldə etmişlər. Hər biri fərqli mağazadan bir ədəd mal alıb. Deməli 5 nəfərdir, 5 dənə mağazadır, 5 dənə qiymətdir. Və onlardan bəzisi ödənişi kredit kartı ilə, bəzisi isə nağd ödəniş edib. İndi mən yazıram, cədvəlimizi qursaq, A, B, C, D, Y-ni yazıram hardan? Sol tərəfdən. Və yuxarıdan və sütun üzrə ayırıram, yazıram. Bir tərəfdən mağazaları yazacağam. Mağazaları. Bir tərəfdən yazıram qiymətlər. Aha. Bir tərəfdən də yazıram ödəniş üsulu. Yəni ya nağd ya da kreditdir. Ödəniş. İndi baxıram. Nə deyir bizə? D-nin bir kredit kartı yoxdur. D-nin kredit kartı yoxdursa, bu adam demək ki, necə ödəniş edib? Nağd ödəniş edib. Yazıram bura nağd. Aha. Y-nin kredit kartla ödədiyi məbləğ. Y deməli ödənişi kartla edib. Ödədiyi məbləğ göstərən ədəd cütdür. Yəni ya 10-dur, ya 12-dir, ya 32-dir. Və ya sözü gedən məbləğlər arasında ən böyük deyil deyirsə, demək ki, ya 10-dur, ya da 12-dir. 10 manat xərcləyən B. B artıq 10 manat xərcləyirsə, artıq başa düşürəm ki, Y-yə mən 10 yaza bilmərəm. Y-yə nə yazacağım? 12 yazacağım. Aha. Zərgərlik və geyim mağazalarından mal almayıb. Demək ki, buna zərgərlik və geyimi mən yazmayacağım. Bunların üzərinə X çəkirəm. Aha. Ərzaq mağazasında, ərzaqda nə deyir? Təsərrüfat malları mağazasında xərclənən az. Təsərrüfatdan azdır. Aha. Ən az pul xərclənməyən geyim mağazasından çox xərclənib. Geyimdən isə daha çox pul xərclənib. Ən az pul xərclənməyən deyirsə, artıq mən başa düşdüm ki, geyimə 9 yaza bilmirəm. Geyimə mən heç 10-da yaza bilmirəm. Səbəb nədir? Çünki B 10 manat pul xərcləyib və ona da geyim yaza bilmirəm axı. Geyimə 10 yaza bilmirəmsə, geyimə yaza biləcəyim qiymət nədir? 3 dənə ədədimiz qaldı. Da mən gətirib 32 yaza bilmirəm axı bura. Bura 32 yazsam ərzaqa, bəs təsərrüfatını yazsın. 32-dən böyük ədədimiz yoxdur. Ona görə geyimə yaza biləcəyim ədəd sadəcə 11-dir. 11 geyimə yazırsan, 12 ərzaqa yazırsan, 32 manat təsərrüfata. Artıq ərzaq 12 manat olubsa, sən də bilirsən ki, 12 manat nə idi? Y idi. Başa düşdün ki, ərzaq buradadır. Aha. Və bir də nəyi tapa bilərsən? Sən B şəxsinə zərgərliki yaza bilmirsən. Geyimi yaza bilmirsən. Təsərrüfat 32 deyə təsərrüfatda yaza bilmirsən, çünki B 10-dur. Və həmçinin oyuncaq yox, daha doğrusu gəlib geyimi yaza bilmirik. Təsərrüfat mallarını yaza bilmirdik. Bir də nəyi yaza bilmirdik? Ərzaqı da onsuz da mən yazmışdım. Yaza bilmirəm. Bir dənə qalıb oyuncaq. Yəni artıq başa düşdüm ki, B şəxsi oyuncaq mağazasından alış-veriş edib. Gətirdim, yazdım bura 10. Aha. Və sonrasında bizə nə deyir?
Kredit kartları ilə ödənilən məbləğlərin cəmi deyir. Nağd ödənilən məbləğlərin cəmindən 32 manat çoxdur. Yəni bu münasibət necədir? Kredit kartları kreditlə ödənilənlər, yəni nağd ödənişlərdən 32 manat çoxdursa, kreditlərin sayından sən nağd ödənişə çıxmış olsan, sənin verir neçəni? 32-ni. Ümumi bəs saylar nə qədərdir? Yəni nağdla kreditin cəmləri neçədir? Bu ədədləri mən hamısını cəmləyəcəm. 9, 10, 11, 12, 32-nin də cəmi bizə verir 74-dür. Yəni kreditlə nağdların cəmi də ümumi cəm olur 74. İndi mən burada kreditlə ödənilənləri tapa bilərəm, düzdür? Tərəf-tərəfə cəmləsəm, mənfi ilə müsbətən gedər. 2K-mız nəyə bərabərdir? 106-ya. K-mız da bərabər olmuş olur 53-ə. K-mız artıq 53-isə, mənə baxın, kartla ödəniş edilənlərə birinə 12-ni yazmışam. Yəni 12 dəqiq bilirəm ki, kreditdir. Başqa mən buradan 53-ü necə tamamlaya bilərəm ki, 53 gəlsin tamamlansın. Məsələn, 12, 32 və 9-u deyərəm ki, kreditdir. 10 ilə 11 isə nədir? Nağd ödənişdir. 9, 12, 32-nin cəmi olacaq 53, 10 ilə 11-nin də cəmi olacaq 21 və həqiqətən də 32 manat çox olmuş olur. Artıq başa düşdüm ki, 10 ilə 11 nağdırsa, mən bura 10 yazmışam da, demək ki, bu nədir ödəniş? Nağd ödənişdir. Bir də nağd burada bu idi. Yəni bizdə 2 dənə nağd ödəniş edən olub da. Biri B-dirsə, biri də hansı olacaq? D olacaq. Onu da qarşısına yazıram, 11 yazıram. 11 də bizdə hansı idi? Geyim idi. Geyimi də gətirdim, mən buraya yazdım. Artıq başa düşdüm ki, 32 təsərrüfatdır və bunlar da kartlandır. Qalan 3 dənəsi də bizdə kartlandır. Kartı da gətirdim, yazdım bu hissəyə. 32 təsərrüfatdır. Bir də qalmışdı bizdə zərgərlik. Zərgərliyin də payına nə qalır? Qiymətlərdən 10-u, 11-i, 12-ni, 32-ni yazmışsansa 9 qalır. Amma da bilmirsən ki, S-yi yazasan, yoxsa A-ya yazasan, onları bilmirsənsə da vəsyo, qaldı olar. Gəlib baxırsan suallara. Zərgərlik məmulatları mağazasında neçə manat pul xərclənib? 9 manat. Y variantı sənin düzgün cavabın olur. 41-ci sualda aşağıdakilərdən hansı mütləq doğrudur? Mağazaların 3-ündə ödənişdir, nağd olub. 3-ündə yox, ikisində nağd olub. Kart olaraq 3-ündədir. Amma burada nağd yazıb deyə səhv götürürəm. A variantı getdi. Ən çox pul deyil zərgərlik malları mağazasında xərclənib. Xeyr, əksinə ən az pul zərgərlikdədir. B-də getdi. Geyim mağazasında nağd ödəniş edilib. Baxın, bu düzdür. Geyim mağazasında həqiqətən nağd ödəniş edilir, düzdürmü? C variantı düz olur. A, B-dən çox pul xərcləyib. A, B-dən çox pul xərcləyə bilər, bilməyə də bilər. Məsələn, mən A-ya 9 yazsam, A bu zaman B-dən aşağı olacaq. 32 yazsam, B-dən çox olacaq. Yəni, dəqiq bilmirəm. C, zərgərlik məmulatları mağazasında mal alıb, ola da bilər, olmaya da bilər. Yəni, mən burada təsərrüfat da yaza bilərəm, zərgərlikdə. Y-də getdi. 42-də deyir, A təsərrüfat malları mağazasından heç nə almayıbsa, A-ya təsərrüfatı yazmıramsa, A-ya gətirib nə yazarım? Zərgərliyi yazarım. Yəni, bu şərti olaraqdır. 42-ci sualın özünə aiddir. Zərgəri yazdımsa, qiymət nədir? 9-dur. C-nin də payına qalır təsərrüfat. Bu da nədir? Olacaq 32 manat. Şərti olaraq. İndi deyir, hansı səhvdir? C deyir, kredit kartla ödəniş edib, düzdür. A, bu getdi. A deyir, D-dən çox pul xərcləyib. A D-dən çox pul xərcləməyib. A 9-dur, D isə nədir? 11-dir. Elə sənin mütləq səhvin bu olacaq. B variantı sənin doğru cavabın olur. Gəlib baxıram 43-45-ci suallarımıza. Deyir, 9 fərqli fiqurun çəkisi, hərəsinin çəkisi 1-dən 9-a qədər olan ədədlərdən birinə uyğundur. Hərəsi birinə. Fiqurlardan biridir, tərəzilərdə yoxdur. 1-dən 9-a qədər ədədlər deyirsə, 1-dən 9-a qədər ədədlərimizi mən gətirib yazıram. 4, 5, 6, 7, 8 və 9-u. İndi baxmış olsam nəyə? Görürəm ki, ən çox kütlə olan hissə haradadırsa, ilk olaraq oradan başlamaq lazımdır. Yəni, ümumi tərəziyə baxmış olsam, tərəzinin sağ qolu sol qolundan daha ağırdır, yəni daha çox olmuş olacaq. Və bir də tərəzilərin qollarına ayrı-ayrılıqda baxmış olsam, birinci tərəzimiz tarazlıq vəziyyətindədir. İkinci tərəzidə isə sağ tərəf soldan daha ağırdır. Yəni, sağ tərəfimiz daha ağır olmuş olur. Yəni, gəlib mən bura baxmış olsam, ən çox kütlə olan hissə buradır. Neçə dənə burada simvol var? 18 dənə simvolun cəmi. 18 dənə simvolun cəmi 3 dənəsindən daha yüngül olmalıdır. Daha yüngül olmalıdırsa, sən çalışmalısan ki, çoxluq olan hissəyə daha kiçik ədədləri yazırsan ki, da gəlib yuxarı gəlib çıxmasın. Çünki simvol da çoxdur. Gəlib kütlə də çox olduqda cəm olaraq çox olmuş olur. İndi gəlib nə yazarım mən bura? Çoxluq olan hissəyə həmişə ən azı gətir yaz. Yəni kvadratları gətirib birləri yazmış olsan, 12 dənə bizim kvadratımız var. Dairələri də gətirib
əlimizdə olan daha kiçik bir ədədi yazsam, 2-ni yazsam, bu da necə olar? Cəm olar 12. Yəni dairələrin də cəmi 12, bunlar da cəmi 12-dirsə, ümumilikdə bizim sol tərəfimiz olacaq nə qədər? 24. Və sağ tərəfimiz 24-dən yuxarı olmalıdırsa, mən gətirib ora nə yazaram 3-ünə? Gətirib 9 yaza bilərəm də, ancaq ki, bu 24-dən yuxarı olsun. Məsələn, 8 yazsan, 24, bu zaman tarazlıq vəziyyətində olur. Ona görə yaza biləcəyin sadəcə bir ədəd 9-dur ki, 27 olsun. 27 ilə 24-ün cəmi də olur nə? 51. Yəni bizim ümumilikdə böyük tərəzimizin sağ qolu oldu 51 və sol qolumuz da 51-dən aşağı bir ədəd olmalıdır. Aşağı bir ədəd olmalıdır və mən 1-i yazmışam, 2-ni yazmışam, 9-u yazmışamsa, qalan ədədlərlə də bu tarazlıq vəziyyətini artıq qorumalıyıq. Sol tərəfə baxıram tərəzinin, görürəm ki, 7 dənə simvoldur, sağ tərəfində isə 4 dənə simvoldur. Yəni 7 dənə simvolun cəmi 4 dənə simvola bərabər olmalıdırsa, bu zaman dediyim kimi, yenə də çoxluq olan hissəyə bizdə ola biləcək ən minimum qiymətləri yazıram. Yəni minimum qiymətimiz nədir? 3-dür. Gətirib dairələrə 3-ləri yazıram. Aha. 2 dənə kvadrat varsa, 2 dənə kvadratı da, yəni əlimdə olan daha bir dənə minimum qiyməti yazıram. Yəni 4-ü gətirib yazaram. Dediyim kimi cəm yuxarı olmasın deyə yaza biləcəyim minimum qiymətləri yazıram. 4-ü gətirdim, yazdım. Və bir də bu üçbucaqda 5 yazdım. Görüm nə alınır. 3-lərin cəmi oldu 12, üstə gələk 8, 20, üstə gələk 5 oldu 25. Yəni sol tərəfimiz 25 isə, sağ tərəfimiz də 25 olmalıdır. 3 getdi, 4 getdi, 5 getdi. Qaldı bizdə 6, 7 və 8. Onları da mən indi necə yazaram ki, cəm 25 olmuş olsun. Gətirərəm bu üçbucaqlara 6 yazaram. 6, 6, 6, 18. Bu kvadratı da 7 yazsam 25 olmuş olur. Yəni 7-ni də istifadə etdim, 6-ni də istifadə etdim. 8 bizim tərəzimizdə olmayan fiqur idi. İndi bizdən soruşur sualda. Deyir 43-cü sualda bu ağ dairə fiquru hansı ədədi ifadə edir? Bu da hansı idi? 9 idi, düzdür. Olur Y variant. Baxın, burada 9 yazmışdım. Hansı ifadədir? Ədədi ifadə edən fiqur tərəziləri də yoxdur. 8 yox idi bizdə. Bu da olur C variantı. Hansı halda deyir 45-ci sualda? Şəkildəki tərəzilərin heç birinin vəziyyəti dəyişməyəcək. Yəni, hər hansı bir dəyişiklik etsən, tərəzinin qollarında tarazlıq vəziyyətində heç bir problem olmasın deyir. Gəlib bir dənə B variantına baxın. Deyir, fiqurlardan, bu qara dairədən, fiqurlardan ikisini bir dənə ağ kvadrat ilə deyir, əvəz etdikdə və həqiqətən sən gəlib baxmış olsan, bizdə dairələr nə idi? 2 idi, düzdür. 2 dənəsini götürmüş olsam 4 dənə çəki götürmüş oluram, düzdürmü? Sadəcə bu ağ kvadratla əvəz etsən, hər hansı bir dəyişiklik olmayacaqdır, bərabərdir, axı, bərabər kütlədədir. Yəni, qara dairənin 2 dənəsi ağ kvadratın 1 dənəsinə bərabərdir. Yəni, bunu əvəz etmiş olsan, tərəzinin qollarında heç bir dəyişiklik baş verməyəcək. O da olur sən doğru cavab kimi B variantı. Doğru cavab, deməli, baxıram növbəti 46-cı sualımıza. 46-cı sualımızda deyir, sual əvəzinə hansı ədəd yazılmalıdır? Gəlib baxıram. Deməli, cədvəlin mən sol küncünə baxmış olsam, toplamada. Yəni, mən bunların hamısını cəmləyəcəm. A-nın C-nin cəminə baxıram, B üstəgəl 6. Yazıram, A üstəgəl C-miz bərabərdir B üstəgəl 6-ya. Növbəti B üstəgəl A bərabərdir C üstəgəl 8-ə. C üstəgəl B-miz isə bərabərdir nəyə? A üstəgəl 4-ə. Aha. İndi mən nəyi soruşur? B üstəgəl C-ni soruşur. B üstəgəl C-ni mən tapmalıyım. Gəlirəm mən bunları tərəf-tərəfə hamısını cəmləyirəm. 3-ünü də. Deməli 2A, 2B, üstəgəl 2C alındı. Bərabərdir sağ tərəfdə. A üstəgəl B, üstəgələk C bərabərdir nəyə? 18-ə. Üstəgələk 6 üstəgəl 8, üstəgəl 4, 18-ə. Aha. İndi bərabərliyin sağında da solunda da eyni ABC hərfləri görürəm. Deməli, 60 olsam sol tərəfə, yəni B-ni çıxmış olsam 2B-dən, C-ni çıxmış olsam 2C-dən, bərabərliyin sonunda nə qalacaq? A üstəgəl B, üstəgəl C qalır. Bərabərdir 18-ə. İndi bizdən nəyi soruşur? C üstəgəl B-ni soruşur, düzdür. Bax, bu hissəni soruşur, C üstəgəl B-ni. Gəlib burada C üstəgəl B-ni əvəz eləyə bilərəm A üstəgəl 4-dən. Bir dənə də A-mız var idi burada. Yəni 2A üstəgələk 4 bərabərdir 18-ə. Bu zaman 2A 14-ə bərabər olursa, A da bərabər olur 7-yə. A-mız artıq 7-dirsə, mən C üstəgəl B-ni tapa bilərəm. A-nın yerini 7 yazsam, C üstəgəl B-miz olacaq bərabər 11-ə. Belə. Doğru cavab olur 11.
Baxıram 47-ci suala. 47-ci sualımızda deməli zəncirvari tərəzidir. Deyir ki, bizə fərqli fiqurların çəkiləri fərqli bir rəqəmli ədədlərə uyğundur. Bir rəqəmli ədədlər dedikdə sən hansı ədədlər nəzərdə tutur? 0-dan 9-a qədər, yəni 0-ı da yaddan çıxarmırıq. Əgər 0-dan fərqli şərti verməyibsə, o zaman sən 0-ı da əlavə etməlisən. Yazırsan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 0. Ən uzun zəncir harda varsa, ilk olaraq oradan başlayırsan. Bir də fiqurlara baxmış olsan, yəni tərəzilərin qollarına baxmış olsan, tarazlıq vəziyyətindədirsə, bunlara gətirib x-ları yaza bilərsən. Ki, eyni səviyyədədirsə, cəmlər də eyni olacaq, yəni kütlələr də eyni olacaq. X-in cəmi 2x-dır. Sağ tərəf 2x-dır, sol tərəfdə 2x olmalıdır. 2x 2-yə bölünüb x olmalıdır. 2x-lərin cəmi 4x-dır, sağ tərəfimizdə 4x-dır. 2x-yə bölünürsə 2x, 2x, 2x. Deməli, 2x-də 2-yə bölünsə x-dır. 2x 2-yə bölünüb x-lar olur. Yəni, bu x-lama əməliyyatını aparmalıyıq ki, sonradan bizim köməyimizə bu çatmış olur. Sol tərəfdə 8x olur. 8x 2-yə bölüb 4x olacaq, 4x olacaq. 4x də 2-yə bölüb 2x. 2x, 2x və 2x formasında olur. Ən uzun zəncir haradadırsa və ən çox şahilənmə haradadırsa, oradan başlayıram. Məsələn, baxın, x-dan başlayımda da 2x-dan başlamaqdansa, yəni bu hissədən başlamaqdansa, gəlib x-dan başlayarım. Ən uzun zəncir, baxın, bu hissədir. İndi baxmış olsaq, bax, bunun və bunun cəmi nədir? X damısı, yəni üçü də bir-birinə bərabərdirsə, məsələn, eyni simvolları mən götürə bilərəm də hər iki tərəfdən. Hər hansı bir problem baş verər? Yox. Yəni, 3 dənə 5 bucaqlının cəmi nəyə bərabər oldu? 1 dənə romba bərabər oldusa, gətirib bura mən nə yaza bilərəm? Məsələn, ən kiçik ədəddən başlayayım, elə deyim ki, 5 bucaqlığımız 1 olsun. 3 dənəsinin cəmi buna bərabərdirsə, 1-1-1-in cəmi 3-dür. Romb bu zaman olacaq neçə? 3. Romb artıq 3-dürsə, 5 bucaqlığımız 1-dirsə, 5 bucaqlığımız 1-dirsə, mən artıq başa düşdüm ki, x-ımız nə imiş? 5 imiş. X-a mən gətirib 5 yazıram. X 5-dirsə, bu plus da neçə oldu? 2 olur. Plus deməli 2-dir. Aha, 5 bucaqlığımız 1 idi. 5 bucaqlıya hər bir tərəfdə 1 yazıram. Plus deməli 2 idi. 5 bucaqlığımız 1, plus deməli 2-dir. Aha, x-i tapdım ki 5-dir. Ondan sonrasında, baxın, burada ulduz qaldı. Bunlar 5-dirlər, düzdür. Ulduz, bir dənə ulduzsa artıq başa düşdüm ki, ulduz nə imiş? 5 imiş. Ulduza da gətirdim, mən 5-ləri yazdım. Aha, 5-dir, 5-dir. Sonrasında bu hissə də 5 olacaq. Aha. 5 olacaqsa mən buradan 3 bucağı tapa bilərəm ki, 3 bucağı neçə imiş? 1-i yazmışsansa 4 çatışmır, 4-ü gətirdim, yazdım. 1-1-i yazmışsansa nə yoxdur? 3 yoxdur. Rombu da tapmışdım ki, elə 3 idi. Artıq mən 1-i, 2-ni, 3-ü, 4-ü istifadə etmişim. Aha, bunu yazmışamsa, başqa nəyə yazmışıq? Deməli, 1-i, 2, 3, 4-ü və 5-i yazmışam. Aha, növbəti, baxıram mən nəyə? Məsələn, 5-i yazmışamsa, başqa haradasa ulduz varsa, yəni 4 güşəli ulduz varsa gətirib yazarım. Yoxdursa davam edirəm. 3 bucaq var, burada 4 gətirdim, yazdım. İndi 2x. X-ımız 5 idi axı. 2x olacaq neçə? 10. 10 olacaqsa bu dairə neçə imiş? Bu dairə oldu 6. Mən altında istifadə etdim. Növbəti baxıram. Bura 10-dursa, artıq kvadratı mən tapa bilərəm. 2-ni yazmışam, burada nə yoxdur? 8 yoxdur. 8-i gətirdim, yazdım. Aha. Sonrasında baxmış olsam nəyə? 2x yenə 10-dur. Gətirib bura 10-da yazıram. 8-də istifadə etdimsə 8-də çıxdım artıq. Baxıram nəyə? Məsələn, 1-i yazmışamsa artıq burada nə çatışmır? 9 çatışmır. 9-da gətirdim, yazdım. Aha. Və bu hissəyə baxmış olsam 2 ilə 1-dir. Cəm oldu 3. Ümumilikdə 10 olması üçün nə çatışmır? 7 çatışmırsa ağ dairəmiz olacaq 7. Bunların hamısını bizdən cəmi soruşur. Cəmi soruşursa, baxın, belə ağ-qara dairəmiz 2 dənə, iç-içə olan dairəmiz neçə idi? 6 idi, gətirdim, yazdım. Ağ dairəmiz 7 idi, gətirdim, yazdım. Ağ kvadratımız 8 idi. Bir də ulduzumuz 5 köşəli ulduzumuz da nə idi? 9 idi. 9 da gətirdim, yazdım. 6 üzrə 7 13-dür. 13-dən 8 çıxsam 5-dir. 5-in üzərinə 9 gəlirəm. Olacaq neçə? 14 bizim doğru cavabımız. Sonrasında baxıram 48-ci suala. Deyir ki, variantlardan hansılar aşağıdakı kimi 4 qatlanıb kəsilmiş vərəqin açılışı ola bilər? Qırıq xətlərlə vərəqin qatlanmış hissələri göstərilib. İndi baxıram mən. Görəm necə qatlanıb bu hissə. Birinci aşağıdan yuxarıya doğru qatlanıb. Aşağıdan yuxarıya doğru qatlandıqdan sonra isə sağ tərəfi mən
sol tərəfin üzərinə doğru qatlamışam. Yəni sağı solun üzərinə qatlamışamsa artıq baxım görüm hansı bu qatlanmaya uyğun ola bilər. Məsələn 1-ə baxıram. Bir də o qatlanma formasını çəkirəm, görüm nəsə problem baş verirmi yoxsa yox. Yəni bir də hər hansısa bir problemimiz yoxdur. Simmetriyaya baxmış olsam, aşağıdan yuxarıya da simmetriya ödənir. Həmçinin soldan sağa da simmetriya ödənir, heç bir problem yoxdur. Biri mən götürə bilərəm. Amma mən artıq 2-ni götürə bilməyəcəm. Səbəb nədir? Məsələn, baxın. Məsələn, deyək ki, aşağıdan yuxarı simmetriya ödəndi, amma sağdan sola simmetriya ödənmir. Çünki bu simvol bizim sağımızda yoxdur. Ona görə mən 2-ni götürə bilmərəm. Növbəti baxıram 3-ə. Yenə də aşağıdan yuxarı çəkirəm, bir də sağdan sola doğru da qatlanma var axı. Yəni düz olmaz. Niyə? Çünki sağ tərəfdə bu xətlər varsa, bizim solumuzda da bu xətlər olmalıydı. Güzgəksi ödənməliydi. 2-ni mən götürə bilmirəm. 3-ü mən götürə bilmirəm. Növbəti baxıram 4-ə. Aşağıdan yuxarıya doğru simmetriya, bir də var nə? Soldan sağa doğru simmetriya. Burada da hər hansısa bir problem yoxdur. Güzgəksləri ödənir. Yəni aşağıdan yuxarıya doğru da, soldan sağa doğru da. 4-ü götürəcəm. Gəlib baxıram 5-ə. Yenə də qatlanma formasını çəkmiş olsam, aşağıdan yuxarı baxım, görüm simmetriyada hər hansı bir problem varmı? Xeyr, yoxdur. Bir də soldan sağa doğru da baxmış olsam, burada da hər hansı bir problem yoxdur. Yəni 5-i də götürərəm. Sonra gəlib baxmış olsam nəyə? 6-cı sualımızda. 6-cıda. 6-cıdan baxmış olsam, aşağıdan yuxarıya doğru, bir də soldan sağa doğrudur. Gəlib baxsan, baxın bu oxlarda problem baş verir. Soldan sağa doğru qatlayanda, çünki bunlar bir-birinin üzərinə düşmüş olmur. Ona görə də 6-nı mən götürə bilmərəm. Cavabımız olur 1, 4 və 5. Baxın belə. 49-cu sualda 12 fiquru dik fırlatmamaq şərti ilə verilmiş şəkildəki formada elə yığın ki, müxtəlif fiqurlara aid qonşu rəqəmlər eyni olsun. Şəkildə göstərilən hərflərin yerlərinə düşəcək rəqəmləri həmin hərflərin ABC aracılığından düzün. İndi baxın, bizə fiqurlar verib. Bu fiqurları mən necə düzməliyəm? Olduğu formada gətirib elə düzməliyəm ki, qonşu hissələrdə eyni olsunlar, eyni rəqəmlər birləşmiş olsunlar. Məsələn, deyək ki, bu fiqurlardır. Onları mən harada görürəm? Birincisi buradadır, eyni formada. Yəni, heç bir çevrilmə aparmadan. İkincisi budur. Üçüncüsü də baxın, budur. Amma indi mən gətirib özümdən bunu yaza bilmərəm də. Deyim, gətirim birincini 1-ə yazım, ikincini 2-yə yazım. Xeyr. Yaza bilmərəm, çünki səhv gedər. Onu yazmaqdansa gətirib necə yazıram? Hər bir tərəfi x, y, z-dən işarə edirəm. x, y, z. X-in qonşuları da x-sə gətirib x yazıram. Y-in qonşuları da y-dirsə hər bir tərəfə gətirdim y-ləri yazdım. Z-in qonşusu da z-dir. Y-i z-i yazmışamsa burada nə çatışmır? X çatışmır. X-in qonşuları da x-dir. X-i y-i yazmışamsa z çatışmır. Z-in qonşuları da z-dir. Z-i x-i yazmışamsa y çatışmır. Y-in qonşuları da y-dir. Sonrasında y-i x-i yazmışamsa z çatışmır. Z-in qonşuları da z-dir. Y-ilə z-i yazmışamsa x çatışmır. X-in qonşuları da x-dir. Y-ilə x-i yazmışamsa z çatışmır. Z-in qonşuları da z-dir. Z-i y yazmışamsa x yoxdur. X-in qonşuları da x-dir. X-i y yazmışamsa z yoxdur. Z-in qonşuları da z olmuş olur. İndi baxmış olsam, artıq bundan sonrası yerinə qoya bilərəm. Dediyim kimi, bu hissələr haradadır? Gəlib baxsam, birincisi, baxın, biri buradadır. Biri burada. Bir dəqiqə. Aha, biri buradadır. İkincisi buradadır. Üçüncüsü isə burada. İndi uyğun hissələrə baxmış olsam, şifrələr formasında. Künclərə baxıram, yuxarılara baxıram, yuxarı hissəyə. Orada baxmış olsam, 2 dənə 2 var, bir dənəsi isə 3-dür. Mən də baxsam burada, neçə dənə x var? 2 dənə x var, bir dənəsi isə y-dir. Artıq başa düşəm ki, o x-lar 2 imiş, z də nə imiş? 3 imiş. Yerdə bir dənə y-imiz qaldı, y-in payına nə qalır? 1 qalmış olur. X 2-dir, z 3-dür, y-imiz isə 1-dir. ABC aracılığından düzün deyir. A-mız nə idi burada? Baxın, yazmışdım burada y. Y isə A olur 1. B-yə baxıram. B-ni z ilə işarə etmişdim. Z neçə idi? 3 idi. S-yə baxıram. S-miz deməli haradaydı? Baxın, bu hissədə. X idi. X də neçə olur? 2 olur. Yəni 1, 3, 2 bizim doğru cavabımız olmuş olur. Baxıram növbəti 50-ci suala.
50-ci sualda deyir, sosial araşdırma mərkəzi bir qrup işçi barəsində araşdırma apardıqdan sonra bəlli oldu ki, indi baxıram. Deyir, işçilərin hamısı kişidir. Aha. Kişilər ya evli ya da subaydı. Ya evlidirlər ya da ki subaydılar. Aha. Yalnız evli olanların bəziləri atadır. Yalnız evli olanların bəziləri atadır. Demək ki, burada ata olmayanlar da var. Aha. Həmçinin evli olanların bəziləri atadır deyirsə, bəziləri atadır deyirsə. Sonrasında nə deyir? Evli olanların bəziləri ali təhsillidir. Yəni ki, bunu saxlayın. Evli olanların bəziləri ali təhsillidir. Subay olanların bəziləri ali təhsilli. Yəni subaylar arasında da deməli ali təhsilli olanlar da var. Ali təhsilli olmayanlar da var. Yəni burada orta təhsilli olanlar var. Subay olanların bəziləri ali təhsilli, bunu bildik ki, müəllim olanların hamısı atadır və ali təhsillidir. İndi baxmış olsaq, burada bizə demişdi ki, evli olanların bəziləri ali təhsillidir. Və bir də müəllim olanların hamısı atadırsa və ali təhsillidirsə, bu zaman nə yaza bilər? Yəni ataların arasında ali təhsilli olan da var, olmayan da var, orta təhsilli olan da var. Və müəllim olanların hamısı atadır və ali təhsillidirsə, ali təhsillilərin aşağı hissəsində mən yazıram nə? Ata. Yəni bu insanlar atadırlar, daha doğrusu müəllimdirlər. Ali təhsillilər və nədirlər? Atadılar. Həmçinin burada ikislərin arasında da ali təhsilli və orta təhsilli var. Yəni burada ata olmayanların arasındadır. Evlidirlər, ali təhsilli və orta təhsilli var. İndi deyir, aşağıdakı hökmlərin doğruluğuna dair uyğunluq qurun. Hansı doğrudur, hansı səhvdir? İndi baxmış olsam A variantında. Ali təhsillilərin hamısı evlidir. Ali təhsillilərin hamısı evli deyil. Xeyr. Burada subayda da var idi axı bizim ali təhsillimiz. Ona görə bu səhvdir. A variant gedir səhv. Evli olanların hamısı müəllimdir. Xeyr. Evli olanların sadəcə ali təhsilliləri müəllimdir. Orta təhsillilər müəllim deyil axı. Həmçinin burada ata olmayanlar da var idi. Yəni ki, onların daxilində də bizim müəllim olmayanlarımız var. Ona görə B nədir? B də olur səhv. Subay olanların heç biri müəllim deyil. Bu düzdür. Subay olanlar müəllim deyirlər. Müəllim olanlar sadəcə evlilərdir və ata olanlardır. Ona görə də C variantı doğru olur. Bütün atalar müəllimdir. Xeyr. Müəllim olmayanlar da var bunların daxilində. D də səhvdir. Yeridir, ali təhsillilərin bəziləri ata deyil, düzdür. Çünki ali təhsilli olanlar bəziləri atadır, düzdür. Amma bəziləri də subaydır axı. Ona görə də Y variantı doğru olur. Yəni C ilə Y doğru, A, B, D isə səhv olmuş olur. Baxın belə.